Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Sizin nəzərinizə çatdıracağım feil bölməsindən feil morfoloji xüsusiyyətləri. İlk testdə nə deyir? Deyir ki, bərkitmək sözü ilə bağlı səhv fikri göstər. İlk öncə tərkibinə görə təhlil eləyək. Bərkdən bərkimək, bərkiməkdən bərkitmək, məslərin şəkilçisi, qrammatik şəkilçisi. Xəbər şəklindədir. Elə səhv olan variant A variantıdır. Xəbər şəklində deyil. Sonra düzəltmədir, bəli, 2 leksi şəkilçisi var, təsdiqdədir, məlum növdədir, məstərdir, bəli. Oldu, digərinə baxaq. 2. Kürün sahilində yeni kəndlər salınmışdı cümləsindəki feillə bağlı səhvi müəyyən edir. Salmaqdan salınmaq, salınmış, salınmış idi. Təsdiqdədir, bəli, qayıdış növdədir, səhv olan variant B variantı kimsə tərəfindən icra olunur. Məchul növdədir. Közərən ocaqlar birləşməsində birinci tərəfin izahı ilə bağlı düzgün fikri müəyyənləşdirin. Közərən ocaqlar hansı ocaqlar? Birinci növ təyini söz birləşməsidir. Köz sözün kökü, közdən közərmək, közərən feili sifətin ən şəkilçisi. Təsriflənməyən feildir, bəli, feili sifətdir. Keçmiş zaman mənalıdır, xeyr, keçmiş zaman deyil. Feilin sifətin şəkilçilərinin zamanları var. Ən indiki zaman məzmunludur. Xəbər şəklindədir, səhvdir. Qayıdış növdədir. Qayıdış növün şəkilçisini mən orada görmürəm. Təsdiqdədir, bəli. Düzəltmədir, bəli. 1, 5, 6, B variantı 3-də. 4-ə baxırıq. Qazanılmış manat birləşməsində birinci tərəfin izahındakı səhvləri müəyyən edin. Qazanmaqdan qazanılmaqmış. Qazanılmış manat hansı manat? Bu da birinci növ təyini söz birləşməsinin aslı tərəfidir, yəni tabi tərəfidir. Təsriflənməyən feildir, bəli, feili sifətin şəkilçisidir. Quruluşuna görə düzəltmədir, bu da bəli. Sözün kökü ilə başlanğıc forması fərqli nitq hissəsidir. Xeyr, sözün kökü qazanmaqdır, elə sözün başlanğıc forması da qazanılmaqdır. Çünki feilin qazanılmış manat məchul növündədir. 3. Qarşılıq növdədir, xeyr. Qaz sözün köküdür, səhvdir. Feili sifətdir, bəli. 3, 4, 5, C variantı. 5-də nə deyir? Deyir ki, bugün hava tez qaraldı cümləsində altından xətt çəkilmiş sözün təhlili ilə bağlı fikirlərdən biri səhvdir. Qara sözün kökü, qaradan qaralmaq, qaraldı. Demək, qayıdış növdədir, xeyr. Məlum növdədir. Niyə? Mənasında qayıdış növ olsa da, amma şəkilçisi olmadığına görə biz onu məlum növ götürürük. Oldu A variantı. 6-da nə deyir? 6-da deyir ki, səhərdən yağan qar hər tərəfi ağ-qara bürümüşdü. Cümləsində xəbər vəzifəsində işlənən feilin təhlilindəki səhvi müəyyənləşdirin. Bürümüşdü. Nə etmişdi? Bürü sözün kökü. Bürüdən bürümüş, bürümüş idi. Köməkçi sözlə, hissəciklə işləmişdir. Bəli, idinin qısaldılmışı. Qayıdış növdədir, səhv olan B variantıdır. Niyə? Çünki qayıdış növdə deyil, məlum növdədir, şəkilçisi yoxdur. Təzə ev tikmək üçün bağa hörgü daşı tökdürmüşdü. Tök sözün kökü, tökdən tökdürmək, tökdürmüş, tökdürmüş idi. Səhv, feillə bağlı səhv. Təsdiqdədir, bəli, təsdiqdədir. Məlum növdədir, xeyr, icbar növdədir. Tökdürmüşdü, kiməsə icra elətdirmişdi. Köçürmüşdü, feili ilə bağlı səhv fikri göstərin. Səhv fikri, deməli, köç sözün kökü, köçdən köçürmək, köçürmüş, köçürmüş idi. Təsriflənən feildir, bəli, feilin xəbər şəklidir. Feilin xəbər şəklindədir, bəli, leksik şəkilçidir, bəli, qarşılıq növdədir, xeyr, məlum növdədir. Keçmiş zamandadır, səhvdir. Oldu nə? Keçmiş zamandadır, bəli, düzdür. Oldu D səhv. Artırılsın sözü ilə bağlı səhv fikri müəyyənləşdirin. Səhv fikri. Artırılsın. Art sözün kökü. Artdan artırmaq, artırılmaq, sın. Artırılsın. Deməli, kökü feili, bəli, kökü feil artırmaq, təhlili kök, qrammatik, leksik, qrammatik sxeminə uyğunluq səhvdir. 2 kökdür, 2 leksikdir, 1 qrammatikdir. Nümunədəki təsriflənən feillər haqqında fikirlərdən biri səhvdir. Həci xala çayda paltar yuyardı. Məmməd Sadıq damlarını suvardı.
heç bilməzdik, dağdı, daşdı, divardı. Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasından verilmiş parçadır. Gəldik, baxırıq. Deyir ki, ikisi təsdiqdədir, biri inkardadır. İlk öncə feilləri tapırıq. Həcə xala çayda paltar yuyardı. Məmməd Sadıq damları suvardı, heç bilməzdik, dağdı, daşdı, divardı, bilməzdik. İkisi təsdiqdədir, bəli, biri isə inkardadır, doğru. Keçmiş zamandadır, keçmiş zamanda yudan, yuyar idi. Bu gələcək zamandadır, bu da gələcək zamandadır, bu isə bilməzdik, gələcək zamandadır. Oldu nə? B variantı səhv. Nümunədəki təsriflənən feillər haqqında fikirlərdən biri səhvdir. Fikirlərdən biri səhvdir. Məlik Niyaz vərəndilin salardı. Atın çapıb qıyqacından çalardı. Qırğı təkin gədik başın alardı. Deməli, feillərlə salardı, çalardı, səhv elədim, bağışlayın, alardı. Məlum növdədir, bəli, məlum növdədir. Təsdiqdədir, bəli. Üçüncü şəxsin təkində. O salardı, o çalardı, o alardı, bəli. Keçmiş zamandadır. Saldan salar, çaldan çalar, aldan alar. Qeyri-qəti gələcək zamandadır. Buradakı d, d, d-lər idinin qısalılmışı oldu nə? 11-də d. 12. Tək müharibə olmasın cümləsində altından xətt çəkilmiş sözün izahı ilə bağlı fikirlərdən biri doğrudur. Oldan, olmasın, inkardasın, feilin əmr şəklindədir. Feilin əmr şəklindədir, bəli, doğrudur, A variantındadır. 12-də A. 13. Cümlələrin birində düz sözü feildir. Düz 5 dənə nitq hissəsini əhatə edən sözdür. Yerinə görə isim olur, yerinə görə sifət olur, yerinə görə zərf olur, yerinə görə feil, yerinə görə ədat. Mən düz sözdən heç vaxt incimərəm. Burada sifətdir. Az getdi, üz getdi, dərə təpə düz getdi. Sonra buradakı düz isim mənasındadır. Sonra balaca güllü gəlib düz anasının böyründəcə oturdu. Düz burada ədatdır. Atalar düz deyib ki, ağıl yaşda deyil, başdadır. Düz deyib, nə tərzdə deyib, zərfdir. Sonra Təhməz baba, bu at. Bu ata at çatmaz. Sən onun yəhər yüyənini, inci, mirvari düz nə et? Oldu feil variantı. Dinlə, danla, saxla sözləri haqqında fikirlərdən biri səhvdir. Dinlə sadədir. Danla da, saxla da hər biri sadə feillərdir. Nə deyil? İkinci şəxsin təkindədir. Sən dinlə, sən danla, sən saxla. Düzdür. Təsriflənən feildir. Bəli, təsriflənən feildir. Məlum növdədir. Sonra məlum növdədir, əmr şəklindədir. Bəli, la şəkilsi ilə düzəlib xeyr, sadə feillərdir bunlar. Oturdu, oturdu, gətirərəm. Feilləri ilə bağlı doğru fikri müəyyən et. Fikirləri. Deməli, hər ikisi üçüncü şəxsdə işlənib. O oturdu, mən gətirərəm. Bir oturdu, üçüncü şəxsin təkində də gətirərəm, birinci şəxsin təkindədir. Biri xəbər, digər arzu şəklindədir. Oturmaqdan oturdu. Bu da feilin xəbər şəklindədir. Şuhudi keçmiş zamanın şəkilçisidir. Gətirdən gətirərəm, qeyri-qəti gələcək zamanın şəkilçisidir. Sonra biri məlum, biri icbar növdədir. Səhvdir. Hər ikisi məlum növdədir. Sonra oturdu keçmiş zamandadır, gətirərəm indiki zamandadır. Xeyr, gətir sözün elə sadə sözdür, elə gətir sözü sadədir. Sözün köküdür. Bu ıra görə deyir ki, indiki zamandadır. Xeyr, sözün köküdür. Qeyri-qəti gələcək zaman şəkilçisidir. Hər ikisi feilin xəbər şəklidir, bəli, məlum növdədir, feilin xəbər şəklindədir. Y variantı. Sonra düzmüşəm, dözərəm. Dözmüşəm, dözərəm feilləri ilə bağlı doğru fikri müəyyən. Deməli, deyir ki, dözmüşəm, keçmiş zamandadır, dözərəm, indiki zamandadır. Dözmüşəm, keçmiş zamandadır, bəli, nəqli keçmiş. Amma dözərəm, qeyri-qəti gələcək zamandadır. Biri xəbər, digər arzu şəklindədir, hər ikisi xəbər şəklindədir. Hər ikisi qayıdış növdədir, qayıdış növünün şəkilçisi yoxdur burada. Hər ikisi xəbər şəklindədir, bəli, elə doğru variant xəbər şəklindədir.
Eşq ilə torpaqda göydə bəzəndi cümləsindəki feil haqqında düzgün fikri müəyyən edin. Eşq ilə torpaqda göydə bəzəndi. Torpaq da bəzəndi, göy də bəzəndi. Feillə bağlı doğru fikir. Deyir ki, quruluşca düzəltmədir, keçmiş zamandadır. Bəzəməkdən, bəzənmək, bəzəndi. Quruluşca düzəltmədir, bəli, keçmiş zamandadır, bəli, şudi keçmiş zamandadır, A variantı. Körpənin yanağı qızarmışdı. Cümləsindəki feilin xüsusiyyətləri ilə bağlı səhvi müəyyən. Qızarmaq, qızarmış, qızarmış idi. Təsdiqdədir, bəli, düzəltmədir, səhv olan variantdır. Qızarmaq sözü ilə qırmızı sözündən formalaşmışdı. Elə qızar sözüdür, sözün kökü. Məsələn, qızmağın kökü qız ola bilər. Sonra, mən onu çətinliklə inandırdım cümləsindəki feilin morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyənləşdir. İnanmaqdan, inandırmaq, inandırdı, keçmiş zamandamı da şəxs sonluğu. Xəbər şəklindədir, doğrudur. Təsdiqdədir, feildən düzəlmişdir, bəli, inanmaqdan, inandırmaq, icbar növdədir, səhv olan variant elə o D variantıdır. Çünki məlum növdə, icbar növdədir, məlum növdədir. Sonra gəldik, baxaq. Qarşılamışdım. Feilinin morfoloji xüsusiyyəti ilə bağlı səhvi. Qarşıdan, qarşılama, qarşılamış, qarşılamış idi, qarşılamışdım, şəxs sonluğu. Keçmiş zamandadır, bəli, şudi nəqli keçmişdədir. Feilin xəbər şəklindədir, bəli, feilin xəbər şəklindədir. Birinci şəxsin təkindədir, mən qarşılamışdım. Sonra düzəltmədir, bəli, düzəltmədir, qarşılamışdım. Sonra qarşılıq növdədir, səhvdir. E variantı. 21-ə baxaq, deyir ki, ötüşürdülər sözünün morfoloji xüsusiyyəti ilə bağlı səhv fikri göstərin. Ötdən, ötüşmək, ötüşür, ötüşür idi, ötüşürdülər şəxs sonluğu. Xəbər şəklindədir, bəli, xəbər şəklindədir. Üçüncü şəxsin cəmindədir, bəli. Təsdiqdədir, bəli. Düzəltmədir, o da bəli. Keçmiş zamandadır, xeyr, indiki zamandadır, ır. Oldu E variantı. Çadır qurulmuşdu cümləsində feilin xüsusiyyətləri ilə bağlı səhvi göstərir. Qurdan, qurulmaq, qurulmuş, qurulmuş idi. Quruluşca düzəltmədir, bəli. Təsdiqdədir, məchul növdədir, bəli. Kimsə tərəfindən iş icra olunub. Mış keçmiş zaman şəkilçisidir, doğrudur. D ünsürü idi, köməkçi sözünün hissəciyinin qısaldılmış formasıdır. Bəs bu nə oldu? Səhvi 22-də. Baxın, görün, quruluşca sadədir. Quruluşca sadə deyil, düzəltmədir. Mən niyə ötüb keçirəm ki? Söykənmişdi sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi göstərir. Söykə sözün kökü, söykədən söykəmək, söykəmiş, söykəmiş idi. Sadədir, səhvdir, düzəltmədir. Çünki söykə sözün köküdür, söykədən söykənmək. Söykənmişdi, qayıdış növün feildir, qayıdış növdə olan feildir. 23-də oldu, 24. Güləşmişdi. Güləş sözün kökü, güləşdən güləşmiş idi. Morfoloji xüsusiyyətlərlə bağlı səhvi göstərir. Keçmiş zamandadır, bəli, şudi keçmişdədir. İdi köməkçi söz, yəni hissəci ilə işlənmişdir, bəli, idinin qısaldılmışı. Düzəltmə feildir, səhvdir, sadə feildir. Uşaq tək qaldığı üçün sıxılırdı cümləsindəki fərqləndirilmiş feil morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdir. Sıxdan, sıxılmaq, sıxılır idi. Sifətdən düzəlmiş feildir, sifətdən düzəlmiş feildir. Xeyr, feildən düzəlmiş feildir. Oldu nə? 25-də A. Aparılmışdır sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdir. Apar sözün kökü. Apardan aparılmaq, aparılmış, aparılmışdır. Üçüncü şəxsin təkinin şəkli. Keçmiş zamandadır, bəli, şudi keçmiş zamandadır. Düzəltmə feildir, bəli, düzəltmə feildir. Təsdiqdədir, o da bəli, feilin xəbər şəklindədir. O da düzdür. Qayıdış növdədir, aparılmışdır. Bu məchul növdədir. Məsələn, deyirəm ki, məktub aparılmışdır. Bilinmir ki, kim tərəfindən apardım. Dilləndirdi. Morfoloji xüsusiyyəti ilə bağlı səhvi göstərin. Dil sözün kökü. Dildən dillənmək, dilləndirmək, idini, d-d-d zaman şəkilçisi.
Təsdiqdədir, bəli, xəbər şəklindədir, keçmiş zamandadır, doğrudur. Məlum növdədir, üçüncü şəxsin təkindədir, o da düzdür, o dilləndirdi. Düzəltmə feildir, lən, dır, leksik şəkilçidir, doğrudur. İcbar növdədir, xeyr, məlum növdədir. Göndərilmədi, göndərilmədi. Feilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdir. Göndər sözün köküdür. Göndərdən göndərilmək. Mə, inkar, didə, şudi keçmiş zaman şəkilçisi. Məhsul növdədir. Məsələn, məktub göndərilmədi. Bilmirsən ki, kimsə tərəfindən icra olunmadı da, göndərilmədi. Üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədir. O göndərilmədi, bəli. Quruluşuna görə sadədir, xeyr, düzəltmədir. Ümumiyyətlə, feilin qrammatik məna növləri varsa, bunlar hamısı leksik şəkilçidir. Məlum növdən başqa, məlum növün özünə məxsus şəkilçisi yoxdur. 3. Sonra, təsdiqdədir, inkardadır, çünki inkar şəkilçisi var burada. Keçmiş zamandadır, bəli, şudi keçmiş zamandadır. İdi, köməkçi söz, hissəcik işləv səhvdir. Çünki hissəciklər feilin kökünə artırılmır. 3, 4, 6. Nə oldu? 3, 4, 6, Y variantı. Yandırılacaq sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Yandırılacaq sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Yandırılacaq sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi göstərin. Yan sözün kökü, yandan yandırmaq, yandırılmaq, acaq, gələcək zamanı şəkilçisi. Sözün kökü feildir, bəli, yanmaqdır. İcbar növün şəkilçisidir. Ümumiyyətlə, bu məlum növdədir. Oldu B variantı, düzəltmə sözdür, məhsul növün şəkilçisidir, bəli, acaq, gələcək zaman şəkilçisidir. Sonra 30-da ağlaşdıq feilinin morfoloji xüsusiyyətlərə bağlı səhvi. Ağla sözün kökü, ağladan ağlaşmaq, ağlaşdı, keçmiş zaman, qıda, şəxs sonluğu. Keçmiş zamandadır, bəli, təsdiqdədir, o da bəli. Düzəltmə feildir, o da bəli, məlum növdədir, ağlaşdıq, qarşıq birgəlik növdür, birgəlik növdür. Daha doğrusu, biçincilər taxılın içində qatarlaşmışdılar. Qatar sözün kökü, qatardan qatarlaşmışdılar. Cümlədə altına xətt çəkilmiş sözün morfoloji xüsusiyyətlərə bağlı səhvi göstər. Səhvi göstər. Məhsul növdədir. Səhv olan fikir budur. Məlum növdədir. Təsdiqdədir. Xəbər şəklindədir. Düzəltmə feildir. İsimdən düzəltmə. Qatardan nə? Üçüncü şəxsin cəmindədir. Onlar qatarlaşmışdılar. Yəni biçincilər. Sonra lövhə tərtəmiz silinmişdir. Cümləsində altından xətt çəkilmiş sözün morfoloji xüsusiyyətlərə bağlı səhvi göstər. Sildən, silinmək, silinmiş, silinmiş idi. Xəbər şəklindədir, bəli, şudi keçmiş, nəqli keçmiş zaman şəkilçisidir, düzəltmədir, bəli. Məhsul növdədir, lövhə tərtəmiz silinmişdir, kimsə tərəfindən icra olunmuşdur, bəli. Təsdiqdədir, bəli. D, şəxs şəkilçisidir, xeyr. İdinin qısaldılmışıdır, Y variantı. Bağlamışdım. Bağ sözün kökü, bağdan bağlamaq, bağlamış, bağlanmış idi, idi. Morfoloji xüsusiyyətlərlə bağlı səhv. Xəbər şəklində imiş şəkilçisi, yəni söz hissəciklə işlənmişdir. Xəbər şəklindədir, imiş köməkçi, söz hissəciklə işlənmişdir, doğrudur. Xəbər şəklindədir, bağlanmış, xəbər şəklindədir, imiş, yox, xəbər şəklindədir. Xəbər şəklindədir, şu nəqli keçmiş zamanın şəkilçisi var, bu isə idinin qısaldılmışdır. A variantıdır, səhv açdım, bağışlayın. Tərifləməzdim. Tərif sözün kökü, tərifdən tərifləmək, məzdim. Oldu nə? Morfoloji xüsusiyyətləri ilə bağlı səhvi göstərir. Keçmiş zamandadır, birinci şəxsin təkindədir. Keçmiş zamanı deyir, bu qeyri-qəti gələcək zaman şəkilçisindədir, 34-də A. 35-də nə deyir? Yaxşılaşıbdır. Yaxşı sözün kökü,
Yaxşı sözün kökü, yaxşıdan yaxşılaşmaq, yaxşılaşıb, yaxşılaşıbdır. Feilin morfoloji xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Feilin təsriflənməyən formasındadır. Xeyr, feilin təsriflənən formasındadır. Özdə məlum növdədir. Feilin xəbər şəklindədir. Keçmiş zamandadır. Bəli. Nəqli keçmiş zamandadır. Xəbər şəklindədir, təsdiqdədir. Bu da doğrudur. Sonra qarşılıq bilgəlik növdədir, məlum növdədir. Feili bağlamadır. Feili bağlama cümlənin xəbər ola bilməz. Sifətdən düzəlmiş feildir. Bəli, yaxşıdan yaxşılaşmaq. Oldu nə? 2, 3 və 6. 2, 3 və 6. 36. Çatdırmışdım sözünün morfoloji xüsusiyyəti ilə bağlı səhvi müəyyən. Çat sözün kökü, çatdan çatdırmaq, çatdırmış, çatdırmış idi, çatdırmışdım mən. Təsdiqdədir, bəli, icbar növdədir. İcbar növdədir, səhvdir, məlum növdədir. Tərkibində 2 leksik şəkilçi var, səhvdir. Birinci şəxsin təkindədir, yəni mən çatdırmışdım. Sonra xəbər şəklindədir, idi köməkçi söz hissəci ilə işləmişdir, yəni çatdırmış idim, düzəltmə feildir, bəli, çatmaqdan çatdırmaq. 2 və 3 D variantı. Yazmalı, yazmalıyammış. Yaz sözün kökü, yazdan yazmalı, yazmalıyammış. Sözünün morfoloji xüsusiyyəti ilə bağlı səhv. Yaz sözün köküdür, bəli. Malı məli feilin vacib şəklidir, bəli. Birinci şəxsin təkindədir, yəni mən yazmalıymışam. Mış feilin keçmiş zaman şəkilçisidir, xeyr. Yazmalı imişəm, imişin qısaldılmışıdır, hissəcikdir. Məlum növdədir, bəli, məlum növdədir. 37-də oldu, D variantı. 38. Nə deyir? 38-də deyir ki, yaşatmalıyıq. Yaşdan yaşamaq, yaşatmaq, malıyıq. Sözünün morfoloji xüsusiyyəti ilə bağlı səhvi. Məlum növdədir, bəli, düzəltmədir, bəli, təsdiqdədir, bəli, vacibdədir, bəli. Sözün kökü yaş sifətidir. Yaş sifətidir. Burada yaşamaq mənasında verilmiş yaş sifətidir, xeyr. Yaşamaq feildir, yaşdır, yaş isimdir, isim mənasındadır, isim. İsimdən feil yaradım. Oldu nə? Y variantı, yaş sifəti deyil, yaş isimidir, yaş. Belələrinə çox təsadüf edilir cümləsindəki feilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. İndiki zamandadır. Feilin təsadüf edilir. Nə edilir? Təsadüf edilir. Kimə belələrinə? Nə qədər çox. Deməli, indiki zamandadır. Bəli, edildən edilir. Mürəkkəb feildir. Bəli, təsadüf edilir. Tərkibi feildir. Məlum növdədir. Xeyr. Bellərə çox təsadüf edilir. Məchul növdədir. Oldu C. Xəbər şəklindədir. Bəli, üçüncü şəxsin təkindədir. Bu da doğrudur. Məktub oxunubdur cümləsində altından xətt çəkilmiş sözün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Oxunubdur. Təsdiqdədir. Oxudan, oxunmaq, oxunub, oxunubdur. Sözün kökü oxudu, ub keçmiş zaman şəkilçisidir, dir, durdur, şəxs şəkilçisidir, n, qayıdış, növ şəkilçisidir. Məktub oxunub, kimsə tərəfindən icra olunub, məchul növdür, Y variantı. Oxuyurdu, oxu sözün kökü, oxuyur, oxuyur idi. Feilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdir. Məlum növdədir, bəli, təsdiqdədir, üçüncü şəxsin təkindədir, o oxuyubdur. Xəbər şəklindədir, bəli, şöydü keçmiş zaman şəkilçisi, keçmiş zamandadır, xeyr, oxuyub, xəbər şəklindədir, indiki zaman şəkilçisidir, çaşdım, şöydü keçmiş deyil, bağışlayın. Bir də keçmiş zamandadır, oxuyur idi, bu keçmiş zaman şəkilçisi deyil, idinin qısaldılmışıdır. Bilirsənsə, bil sözün kökü, bildən, bilir, bilirsənsə. Morfoloji xüsusiyyəti ilə bağlı səhvdir. Sən şəxs sonluq şəkilçisidir, bəli. Ir, indiki zaman şəkilçisidir, bəli. Sasə şərt şəkilidir, səhv olan oldu. Şərt şəkili deyil, isənin qısaldılmışıdır, sadədir, təsdiqlədir. Eşitdim və eşitdirdim feilləri haqqında fikirlərdən biri səhvdir. Eşitməkdən eşitdi, eşitdim. Eşitdirdim, eşit sözün kökü,
eşitdirmək, eşitdirdi, eşitdirdim. Hər ikisi xəbər şəklindədir. Hər ikisi feilin xəbər şəklindədir. Baxaq görək. Bu da xəbər şəklindədir. Bu da xəbər şəklindədir. Bu doğrudur. Hər ikisi keçmiş zamandadır. Bəli. Şurada keçmiş zamandadır. Hər ikisi quruluşca düzəltmədir. Xeyr, bu sadədir, bu düzəltmədir. C variantı. Yaşatdım, yaşatdırdım. Yaşdan, yaşamaq, yaşatmaq, yaşatdı, yaşatdım. Yaşdan, yaşamaq, yaşatmaq, yaşatdırmaq, yaşatdırdı, yaşatdırdım. Feilləri haqqında fikirlərdən biri səhvdir. Səhvdir. Hər ikisi düzəltmədir. Bəli, birində 2 leksik, birində 3 leksik şəkildə. Hər ikisi isimdən yaranıb, hansı nitq hissəsindən yaranıb, hansı nitq hissəsindən düzəlib. Nə etmək lazımdır? Sonuncu leksik şəkildən önə baxmaq lazımdır. Yaşamaq feilindən yaranıb, bu da yaşatmaq feilindən yaranıb. Hər ikisi isimdən yox, hər ikisi feildən yaranıb. Oldu nə? Bir variant. 45. Düzəltmişdim sözü ilə bağlı səhvi müəyyən idi. Düzdən, düzəlmək, düzəltmək, mişdim. Keçmiş zaman şəkilcimi, şəxs sonluğu. Feildən düzəlmiş feildir. Baxaq görək. Feildən düzəlmiş feildir. Düzəlməkdən düzəltmək. Bu doğrudur. Düzəltmə feildir, təsdiqdədir. Bəli. Xəbər şəklindədir, keçmiş zamandadır. Bəli. Məlum növdədir. Sözdə bir leksik şəkilçi var. Xeyr, 2 leksik şəkilçi var. Əl və t. Yuyundu və yuyuldu feilləri ilə bağlı səhv fikri göstərir. Hər ikisi feilin xəbər şəklindədir. Bəli. Quruluşca düzəltmədir. Bəli, hər ikisi quruluşca düzəltmə. Biri məlumdadır. Məlum nə idi? Biri qayıdışdadır, biri isə məchul növdədir. Hər ikisi məchul növdədir. Xeyr, məsələn, qız yuyundu. Bu qayıdışdadır. Deyirəm, qablar yuyuldu, məchuldadır. Oldu C variantı. Bağlanmışdım və bağlanmışdı feilləri ilə bağlı səhvi göstər. Bağdan bağlamaq, bağlanmış, bağlaşmışdı mı? Bağdan bağlamaq, bağlanmaq, bağlanmış, bağlanmış idi. İdi köməkçi söz hissəciyi işlənib, bəli. Quruluşca düzəltmədir, bəli. Hər ikisi xəbər şəklindədir, bəli. Hər ikisi məlum növdədir. Hər ikisi məlum növdədir. Bağlanmışdım, bağlamaqdan bağlanmaq, bağlanmışdı. Məsələn, qapı bağlanmışdı, pəncərə bağlanmışdı. Bu artıq olur məchul növdə. Oldu nə? Quruluşca düzəltmə, xəbər şəklində hər ikisi məlum növdədir. Oldu nə? D variantı. Sonra baxdıq. Hətta bunu belə də götürmək olar. Birinə bağlanmaq olur qayıdış növdə. Təmizləməzdim, təmizlənməzdi. Təmizdən, təmizləmək, təmizlənməzdimi? Təmizdən, təmizləmək, təmizlənməzdi. Səhv. Kökü sifət olan feillərdir. Təmiz, təmiz, necə? Hər ikisi məlum növdədir. Bu məlumdur, təmizlənməzdi. Təmizlənməzdi. Məsələn, deyirsən ki, təmizlənməzdini mən məchul növdə götürə bilərəm. Oldu nə? B variantı. Həsən bəy Zərdabinin zəngin ictimai-siyasi fəaliyyəti hələ lazımınca öyrənilməmişdi. Öyrənməkdən öyrənilmək məmişdir. Feili ilə bağlı səhv fikri. Təsriflənən feildir, inkardadır. Düzdür. Düzəltmə feildir, qayıdış növdədir. Səhv olan budur. Öyrənilməmişdir. Bu məchul növdə. Məchul növdədir. Sonra anasının sözləri ona aiddir. Əbdülrəhim bəy Haqverdiyev. Cümləsində feilin izahındakı səhvi müəyyən edin. Ayılmaqdan, ayıtmaq, ayıtmaqdır. Düzəltmə feildir. Bəli, indiki zamandadır. İndiki zamanda deyil, keçmiş zamandadır. Oldu B. Təsdiqdədir. Bəli, üçüncü şəxsin təkindədir. O, anasının sözləri onu ayıtdı. O ayıtdı. Məlum növdədir. Bəli. Gözəl saçları kəstirməzlər.
Kəs sözün kökü, kəsdən kəsdirmək, məzlər. Cümləsində feilin izahındakı səhvi müəyyənləşdirin. Xəbər şəklindədir, bəli, qeyri-qəti gələcək zamandadır. İcbar növdədir. İcbar növdədir, bəli, kəsdirmək. İnkardadır. Üçüncü şəxsin cəmindədir. Onlar kəsdirməzlər, bəli. Üçüncü şəxsin cəmindədir. Gələcək zamandadır, bəli, qeyri-qəti gələcək zamandadır. Tərkibində iki qrammatik şəkilçi var. Səhvi göstərdiyirsə, tərkibində iki qrammatik şəkilçi var. Qrammatik şəkilçi, iki qrammatik yoxdur. Gör, mən necə üzr istəyirəm, bağışlayın. Necə mən səhv eləmişəm. Əvvəlki izahlarımda da vermişəm. Axı demişdim mən, bu inkardadırsa bir indiki zamanda, bir də qeyri-qəti gələcək zamanın inkarında. Burada bunu iki qrammatik şəkilçi kimi götürəcəm. Bundan əvvəlki izahlarda da bax, bunu bütöv götürmüşəm, amma səhv eləmişəm. Deməli, tərkibində iki qrammatik yox, üç qrammatik şəkilçi var. O, son zamanlar xeyli düzəlmişdir. Cümləsindəki feillə bağlı səhvi müəyyən edin. Feillə düzdən, düzəlmək, düzəlmiş idi. Deyir ki, keçmiş zamandadır, bəli. Xəbər şəklindədir, bəli. Məlum növdədir, bu da bəli. Feildən düzəlmişdir. Baxaq görək. Düzdən düzəlmək. Sifətdən düzəlmiş feildir, D variantı. Sonra bildirilməmişdir. Bir sözün kökü, bildən bildirmək, bildirilmək, məmişdir. Feilinin izahındakı səhvi müəyyən edin. Durdur, leksik şəkilçidir, doğrudur. Düzəltmə feildir, məhsul növdədir. Bildirilməmişdir, məlumat bildirilməmişdir, bu da doğrudur. İnkar zaman şəkilçisidir. Bu zaman şəkilçisi deyil, hissəcikdir. Bildirilməmiş idi. 54. Tək başına vuruşmaqla həyatı dəyişdirmək olmaz. Buradan vuruşmaqla. Deməli, cümləsindəki altından xətt çəkilmiş sözün təhlilindəki səhvi müəyyən edin. Məstərdir, bəli, maqmək. Qarşılıq növdədir, vuruşmaqla, bəli, təsdiqdədir, bu da doğru. İlə qoşması ilə işlənib, bəli. Nə ilə həyatı dəyişdirmək olmaz? Vuruşmaqla, tək başına vuruşmaqla. Tərkib yarada bilməmişdir. Niyə? Nə ilə? Tərkib yaradıb, hətta cümlənin tamamlığıdır. Y variantı. Sonra, belə oxumaqla o heç nəyə nail olmayacaq. Oxumaqla heç nəyə nail olmayacaq. Cümləsində altından xətt çəkilmiş sözün təhlili ilə bağlı səhvi müəyyənləşdir. Təsdiqdədir, bəli, məlum növdədir, bəli, tərkib yarada bilməmişdir. Baxaq görək. Belə oxumaqla heç nəyə nail olmayacaq. Nə etməyəcək? Nail olmayacaq. Nəyə? Heç nəyə? Kim? O. Nə tərzdə? Belə oxumaqla. Nə ilə? Belə oxumaqla nə ilə? Bu mənim bağlayıcım, bu da mənim məstərim. Niyə tərkib yaratmayıb ki? Tərkib odur ki, iki və daha artıq sözlərin birləşməsindən ərsiyə gəlir. Oldu nə? C variantı. İlə qoşma ilə işlənib, bəli. Qoşması ilə işlənib, məstərdir, bəli. O meyvə yeməlidir cümləsində işarələnmiş sözlə bağlı doğru fikri müəyyənləşdir. Doğru fikri. Məhsul növdədir, təsdiqdə olan feildir. Yedən, məhsul növdədir, təsdiqdə olan feildir. Yeməlidir. O meyvə yeməlidir, nə etməlidir? Məhsul növdədir, təsdiqdə olan feildir, səhvdir. Feili sifətdir,
Feili sifətdir. Bəli, o meyvə yeməlidir. Səhvdir. Burada vergül olmasa, o meyvə yeməlidir. Necədir? Onda ola bilərdi. Burada vergül olduğuna görə o meyvə yeməlidir. Feilin vacib şəklidir. Bu arada feilin vacib şəkli malı-məli həm də feili sifətin malı-məli şəkilçisi ilə amonim xüsusiyyəti daşıyır. Bunları bir-birinə necə ayıracaqsınız? Feili sifət suala cavab verəcək. Feilin vacib şəkli xəbərin üzərində olacaq. Yəni feilin sualına cavab verəcək. Feili sifət də cümlədə xəbər ola bilər da, yəni olur, ismi xəbər olur. Amma feilin vacib şəkli isə feilin sualına cavab verir. Cümlədə feili xəbər olur. Cümlənin ismi xəbəridir. Bəli, elə doğru cavab. Cümlənin ismi xəbəridir. Xeyr, çaşdım, bağışlayın. İsmi xəbəri deyil, feili xəbəridir. Bayaq qeyd etdiyim kimi əşyanın keyfiyyətini bildirir. Əşyanın keyfiyyətini bildirir, səhvdir. Vacib şəkildə olan feildir. Oldu nə? 56-da E. 57. Nümunədəki feillərlə bağlı səhv fikri müəyyən edin. El kəsib qarşımı bordaca sordu. Gözdən yaş çıxarmı, ürək yanmasa? Mikail Müşfiq. Feillərlə bağlı səhvi soruşursa, feilləri götürürük biz, kəsib, sordu, çıxarmı, yanmasa. Hamısı təsriflənən feillərdir. Xeyr, bunlar təsriflənən feildir. Bu isə feili bağlamağa şəkilsidir. Yəni təsriflənməyən feildir. Səhv olan variant A variantı. Atılırdı, düzələrdi, sıxılmaz feillərin hər üçünə aid ortaq xüsusiyyət. Deməli, feilin müxtəlif şəkillərindədir. Atdan atılmaq, atılır. İndiki zamanca feilin xəbər şəkli. Düzələr, qeyri-qəti gələcək zaman şəkilçisi, feilin xəbər şəkilçisi. Sıxılmaz, bu da feilin xəbər şəkli. Müxtəlif şəxslərdədir. O atılırdı, o düzələrdi, o sıxılmaz, hər üçüncü şəxsin təkindədir. Müxtəlif şəxs dedik, B-də səhvdir. Hər üçü eyni zamandadır. Bu indiki zamandadır. Bu qeyri-qəti gələcək zamandadır. Bu da qeyri-qəti gələcək zamandadır. Səhvdir. Quruluşca sadə feillərdir. Hər üçü düzəltmədir. Həm məhsul, həm də qayıdış növdə işlənə bilər. Məsələn, deyirəm ki, uşaq önə atılırdı, işi öz icra edir, qayıdış növ. Bir də deyirəm, silah kimsə tərəfindən atılırdı, məhsul növ. Məsələn, düzülərdi. Deyirsən ki, uşaqlar sırada düzülərdi, özləri icara edir. Bir də deyirəm ki, qab-qacaq süfrəyə düzülərdi, kimsə tərəfindən icra olunur. Sıxılmaz, məsələn, deyirsən ki, bu mühitdən sıxılmaz, işi özü icra edir, həmçinin məhsul növədə çevirmək olur. Oldu nə? A variantı, G variantı. Nə deyir? İşarələnmiş feillərlə bağlı klasteri tamamlayın. Klasteri tamamlayın. Deyir ki, bir yandan boşalır, bir yandan dolur. Sirrini verməyir sirdaşa dünya. Təsriflənən feillərdir. Feillərlə bağlı. Bir yandan boşalır, bir yandan dolur. Dolur, sirrini verməyir sirdaşa dünya. Təsriflənən feillərdir. Xəbər şəklindədir. Hərçi uyğun olanı göstərir. Müxtəlif zamanlardadır. Bu indiki zamandadır. Bu da indiki zamandadır. Bu da indiki zamandadır. Bu səhvdir ora. Məlum növdədir. Baxaq görək. Boşdan boşalmaq. Doldan dolur. Verdən verməyir. Bu da elə məlum növdədir. Quruluşca düzəltmədir. Biri düzəltmədir. Digərləri sadədir. İnkardadır. Bu inkardadır. Digərləri təsdiqdədir. Şəxs şəkilçisi ixtisar olunub. Heç birində şəxs şəkilçisi ixtisar olunmuyub. O boşalır. O dolur. O verməyir. Ümumiyyətlə, üçüncü şəxsin təkinin şəxs olunluğu üçüncü şəxsdə qəbul etmir adətən. Oldu 59-da B variantı. 60-da hansı fikir verilmiş cümlənin tamamlaya bilər? Tərkibində I şəkilçisi olan feildir. Feildən düzələn feildir. Oldu ilə A variantı. Feildən düzələn feildir. Sonra gəldik. Hansı fikir verilmiş cümləni tamamlaya bilər? Tərkibində I şəkilçisi olan feildir. Tərkibində I şəkilçisi olan feildir. Məlum növdədir. Xeyr.
məlum növdə deyil. Ola bilər bu qarşılıq birgəlik növdə ola bilər. Feildən düzəlmiş feildir, bəli. Iş 4 variantlı şəkilci feildən feil düzəldir, B variantı. Göründü, görüldü. Feilləri haqqında fikirlərdən biri səhvdir. İndi gördən, göründü, gördən, görüldü. Bu qayıdış növdədir, bu məhsul növdədir. Məsələn, qız göründü, işi öz icra eləyir. Qız görüldü, kimsə tərəfindən görülür, məhsul növdədir. Hər ikisi feilin xəbər şəklindədir. Bəli, hər ikisi feilin xəbər şəklindədir. Hər ikisi təsdiqdədir, quruluşca düzəltmədir həmçinin. Hər ikisi məhsul növdədir, xeyr. Biri qayıdış, biri isə məhsul növdədir. Döyünür, döyülür. Feilləri haqqında fikirlərdən biri səhvdir. Döydü, döydü, döyünməkdir, döyünürdü, döyülmək, döyünür. Bu arada yadınıza salın, gördü, döydü, yudu, dedi, bu tipli soydu, feillər yerinə görə həm qayıdış növ, həm də məhsul növ olur. 14 variantlı şəkilçi ilə olanda olur qayıdış növ, 4 variantlı şəkilçi ilə olanda olur məhsul növ. Hər ikisi cümlənin feili xəbəridir, bu doğrudur. Hər ikisi təsdiqdədir, quruluşca düzəltmədir, bu da doğrudur. Hər ikisi feilin xəbər şəklindədir, həmçinin, bəli, hər ikisində indiki zamanın şəkilçisi var. Hər ikisi qayıdış növdədir, səhv olan variant. Hər ikisi qayıdış növdədir, xeyr. Birinci qayıdışdır, ikincisi isə məhsuldur. Nümunədəki feillərlə bağlı doğru fikri müəyyən edin. Durnalar keçirdi şəhərin üstə. Şəhər gecəsində durna harayı. Küçələr, binalar oyandı səsdən. Şəhərdən ilk dəfə durna gedirdi. Fikrət Qoca. Feillərlə bağlı doğru fikri deyirsə bizə. Deyir ki, feillərin hamısı idi, köməkçi söz ilə işlənmişdi. Durnalar keçir idi. Sonra şəhər gecəsində durna harayı. Küçələr, binalar oyandı səsdən. Oyanmaqdan oyandı. Bu keçmiş zaman şəkilçisidir. Sonra şəhərdən ilk dəfə durna gedir idi. İki dənəsi idinin qısaldılmışıdır. Biri isə keçmiş zaman şəkilçisidir. Bütün feillər zaman keçmiş zamandadır. Bu indiki zamandadır. Bu da indiki zamandadır. Bu da bir dənə keçmiş zamanda. Bütün feillər məlum növdədir. Baxaq görək. Keçir idi, oynadı, gedirdi. Bəli, elə C variantıdır. Tabloda gözəl təbiət mənzərəsi canlandırılmışdı. Cümləsində feillə bağlı yanlış fikir. Canlanmaq, canlandırmaq, canlandırılmakmış idi. Feildən yaranıb, baxaq görək. Canlandırmaqdan canlandırılmaq. Bəli, feildən yaranıb, mənə yanlışım deyir. Sonra qayıdış növdədir, təsdiqdədir. Təsdiqdə olmağına təsdiqdədir, amma kimsə tərəfindən canlandırılmışdır, bu məhsul növdür. Üçüncü şəxsin təkində keçmiş zamandadır. Üçün canlandırılmışdır, o canlandırılmışdı və keçmiş zamandadır, bəlimiş. Xəbər şəklində idi, köməkçi söz, hissəci işləmişdir. Bəli, canlandırılmış idi. Mış keçmiş zamanda, yəni xəbər şəkli, idi isə qısaldılmışı. Tərkibində 4 leksik, 2 qrammatik şəkildə var. Tərkibində 3 dənə leksik, 2 qrammatik şəkilçi var, səhvdir 5. Həm idi, həm də imiş köməkçi söz işlənmişdir. Buradakı mış keçmiş zaman şəkilçisidir. İmişin qısaldılmışı deyil. Burada bir dənə idinin qısaldılmışı var. Vəssalam. Oldu nə? 2, 5, 6, B variantı. Qaçırmışdıq. Sözündəki şəkilçilərin düzgün ardıcıllığını müəyyən edin. Deməli, baxaq. Deməli, gəldik. Qaçdan, qaçırmaq, qaçırmış, qaçırmışdı. Keçmiş zaman qaçırmışdıq. Oldu nə? Daha doğrusu idinin qısaldılmışı. Bu da şəxs sonluğu. Deməli, ardıcıllığını. Birinci olduğu feildən feil düzəldən şəkilçi. 2. Sonra baxırıq. Keçmiş zamanın şəkilçisi mış. 3.
Sonra gəldi idinin qısaldılmışı 4. Sonra gəldi şəxs sonluğu, birinci şəxsin şəxs sonluğu. 2, 3, 4, 1. Deməli, indiki zaman şəkilçisi yoxdur. D variantı. Yazdırmamışam. Sözündəki şəkilçilərin düzgün ardıcılığını yazdan, yazdırmaq, mamışam. Deməli, birinci gəlib feildən, feil düzəldən şəkilçi, yəni icbar növün şəkilçisi 4. Sonra gəlib ardınca inkarlıq şəkilçisi, feilin inkarlıq şəkilçisi, sonra gəlib keçmiş zaman şəkilçisi, sonra gəlib şəxs sonluğu 1. 4, 2, 3, 1, 4, 2, 3, 1. Oxuyacaqdısa, öyrənmişdinsə, bilirdilərsə, feilləri üçün ortaq. Ortaq olan fikir oxudan, oxuyacaqdısa, öyrənmişdinsə, öyrənməkdən, öyrənmişdisə, sonra bir şəxs sonluğu sahə. Sonra bildirilərsə, bildən bilir, bilirdilərsə. Feilləri üçün ortaq fikir. Ortaq olan fikir. Baxdıq. Deyir ki, hamısı qayıdış növdədir. İkinci və üçüncü şəxsin təkindədir. Qayıdış növdə olması üçün I4 variantlı şəkilçi lazımdır. Sonra keçmiş zamanda üçüncü şəxsin təkində olan feillərdir. Keçmiş zamanda bu gələcək zamandadır. Bu keçmiş zamanda, bu da indiki zamanda. Sadə xəbər şəklində olan feillərdir. Bəli, sadə feillərdir. Qrammatik şəkilçi üzərində var. Feilin xəbər şəklindedir. Bu gələcək zaman şəkilçisinin qəbulü, bu keçmiş zaman, bu isə indiki zaman. Elə C variantıdır. Cümlələrdəki feillərlə bağlı fikirlərdən biri doğrudur. Ana körpəni qucağında yatırdı. Uşaq beşiyində mışıl-mışıl yatırdı. Deməli, feillərlə bağlı doğru fikir. Baxaq. Hər iki feil xəbər şəklindədir. Yatmaqdan, qucağında yatırmaqdır. Mışıl-mışıl, yatdan yatırmaq, yatırdı. Hər iki feil xəbər şəklindədir. Bəli, elə doğru variant A variantıdır. Sonra gəldik. Cümlələrdəki feillərlə bağlı fikirlərdən biri doğrudur. Biri doğrudur. Kəmalə şeiri kitabdan köçürdü. Bir də qonşumuz bugün şəhərə köçürdü. Deməli, biri düzəltmə, digəri sadədir. Biri düzəltmə, digəri sadə. Kəmalə şeiri kitabdan köçdən, köçürmək, köçürdü. Bir də qonşumuz bugün şəhərə köçürdü. Köçdən, köçür, indiki zaman, köçürdü, idinin qısaldılmış. İndi deyirsiniz ki, müəllimə, burada da ır var. Burada da ır var. Niyə bu leksik oldu, bu qrammatik oldu? Siz avtomatik bu ır 4 variantı şəkilçidən sonra maq şəkilçisi tətbiq edin və elə tətbiq edin ki, cümlədə görün məzmun ardıcıllığı mı, məzmunda düzgünlük olmasa, onda maq şəkilçisini tətbiq eləməyin. Məsələn, Kəmalə şeiri kitabdan köçürürdü. Kitabdan köçürmək. Gördünüz? Alındı. Cümlədə məzmunda bu iki söz arasındakı məzmunluqda pozulma baş vermədi. İndi bax, qonşumuz bugün şəhərə köçürdü. Şəhərə köçürmək olur? Yox, olmur. Olmadığına görə birinci leksik, ikinci isə hər ikisi qrammatikdir. Biri düzəltmə, digəri sadədir. Elə doğru variant oldu A. Sual işarəsinin yerinə uyğun gələn sözü müəyyən. Zərfdən düzəlmiş feildir. İndiki zamandadır, birinci şəxsin cəmindədir. İsə köməkçi sözündən əvvəl şəxs şəkilçisi işlənmişdir. İdi köməkçi sözü ilə işlənmişdir. Baxaq görək 71-də. Deyir gecikir, girdinizsə.
Baxım görüm. Deyir ki, zərfdən düzəlmiş feildir. Gecdən gecikmək, gecikmək, gecikir, gecdən gecikmək, gecikir, gecikirdi, gecikirdinizsə. İndi nə deyir bizə? Deyir ki, indiki zamandadır. Siz gecikirdiniz, bu ikinci şəxsdədir. Çoxaldırıqsa, çoxdan, çoxalmaq, çoxaldırıqsa. İndi baxaq. Deyir ki, zərfdən düzəlmiş feildir. İndiki zamandadır. Bir baxaq görək, indiki zamandadırmı? Çoxdan, çoxaltmaq. Bağışlayın, burada təhlil səhv eləmişim. Çoxdan, çoxalmaq, çoxaltmaq, ıqsa. Deməli, indiki zamandadır. Birinci şəxs çoxaldırıq, bir çoxaldırıq isə köməkçi sözündən əvvəl şəxs şəkilçisi gəlmişdir. Bəli. Sonra idi köməkçi söz ilə işlənmişdir. Mən idini görmürəm burada. Bu feildən feil düzəldən şəkilçidir. İrəliləyirmişsə, irəli sözün kökü zərfdir. İrəliləmək, irəliləyirmişsə. Mənə nə deyir burada? Zərf olsun, bəli. İndiki zamandadır, irəliləyirmişsə o. Bu üçüncü şəxsdədir. Geriləyirdiksə, geri sözün kökü, geridən geriləmək, geriləmək, gözləyim, mən bunu düzgün təhlil edeyim. Geridən geriləmək, geriləyirdisə. İndi deyir ki, kökü feil olsun, zərf olsun, doğrudur, D variantı. İndiki zamandadır, birinci şəxsin cəmindədir, o da ödəyir. İsə köməkçi hissəci sözündən əvvəl şəxs şəkilçisi işlənmişdir. Bəli, birinci şəxsin cəminin şəkilçisi işlənir. Sonra idi köməkçi sözü ilə işlənmişdir. İdi köməkçi sözü ilə işlənmişdir. Bəli, oldu nə? Elə D variantı. 72. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. Deyir ki, feildən düzəlib, qayıdış növdədir, indiki zamandadır. İdi köməkçi söz hissəci ilə işlənmişdir. Bir də şəxs şəkilçisi işlənə bilir. Şəxs şəkilçisi ilə işlənə bilir. Pozulardırsa, poz sözün kökü, pozdan pozulmaq, pozular, qeyri qəti gələcək, pozulardısa. Deməli, feildən düzəlib, bəli, pozmaqdan pozulmaq. Qayıdış növdədir. Artıq bu məchul növdədir. Pozular kimsə tərəfindən. Keçdik, deyinirdi. Dedən, deyinmək, deyinir, deyinir idi. Feildən feil düzəlib. Bəli, deməkdən deyinmək. Qayıdış növdədir. Məsələn, deyirəm, qoca deyinirdi. Qayıdış növdədir. İndiki zamandadır. Bəli, idi köməkçi hissəci ilə işlənib. Bəli, pozular idi. Şəxs şəkilçisi ilə işlənə bilər. Oldu, B variantı doğru. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. Feildən düzəlib, məchul növdədir, indiki zamandadır, idi köməkçi söz hissəci ilə işlənmişdir, üçüncü şəxsin təkindədir. Deməli, deyinirdi. Bu deyinirdi, məsələn, qoca deyinirdi, qayıdış növdə. Satılardısa, satdan satılar, satılar, satılardısa. Feildən feil düzəlib, bəli, satılmaqdan satılmaq. Sonra məchul növdədir, məhsul satılardı kimsə tərəfindən. İndiki zamandadır, qeyri-qəti gələcək zamanın şəkilçisidir. Qazılırsa, qazdan qazılmaq, qazılırsan. Feildən feil düzəlib, qazmaqdan qazılmaq, məchul növdədir, qazılırsan. İndiki zamandadır, bəli, indiki zamandadır. İdi köməkçi hissəci ilə işlənmişdir, yoxdur, şəxs sonluqdursa. Yazılırdı, yazmaqdan yazılmaq, yazılır, yazılır idi. Feildən feil düzəlib, bəli, yazmaqdan yazılmaq, məchul növdədir, məktub yazılır, bəli, indiki zamandadır, bəli. İdi köməkçi hissəci işlənib, bəli, üçüncü şəxsin təkindədir. O yazılırdı, elə D var. 74. Deyir ki, bu məktubu da oxudum. Cümləsindəki feillə bağlı yanlış fikri müəyyən edin. Həm sadə, həm də düzəltmə feil kimi düşünmək olar. Bəli,
Oxumaqdan oxutmaq, oxudun, şəxs sonluğu. Bir də deyirəm ki, feilin keçmiş zamanında oxudu, oxudun, yenə n şəxs sonluğu. Yalnız ikinci şəxsin təkinə aid etmək olar. Səhv niyə? Deyirəm ki, sən oxudun, ikinci şəxsin təkində. Bir də deyirəm ki, siz oxudun, ikinci şəxsin cəmində. Feilin iki şəkli kimi düşünülə bilər. Bəli, mən bunu d zaman şəkilçisi kimi düşünsəm, bu olacaq feilin xəbər şəkli. Yox, əgər mən bunu leksik şəkilçi d-nı leksik şəkilçi kimi düşünsəm, bu da ın da şəxs sonluğu kimi düşünsəm, feilin əmr şəklində olacaq. Bu doğrudur. Şəxs şəkilçili söz hesab etmək olmaz, səhvdir. Feilin bir qrammatik məna növünə aid ola bilər, səhvdir. Məsələn, tutalım, deyirəm ki, bunu silin burada. Deyirəm ki, doğru cavab oldu 74-cək. Deyir ki, feilin bir qrammatik məna növünə aid ola bilər. Məsələn, deyirəm ki, bu məktubu da oxudun, oxud, icbar növdə. Bir də deyirəm ki, oxudun, bu artıq məlum növə çevirmiş oluram. Bunu keçmiş zaman kimi düşünsəm, olacaq məlum növdə. Leksik şəkilçi kimi düşünsəm, icbar növdə. Fərqləndirilmiş ifadələrə aid cədvəldəki yanlış fikri müəyyən. Təlimata uyğun ələnirdi. Müdir həmişə mədəni davranırdı. Birində üçbucaq işarəsi qoyulub, birində isə kvadrat işarəsi. Baxırıq, deyir ki, sözün tərkibində leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. Əldən, ələ, ələnmək, ələnir, ələnir idi. 2 leksik, 2 qrammatik. Bu doğrudur. Subyekt məlum deyil, təlimata uyğun ələnirdi. Kimsə tərəfindən icra olunurdu. Bu da doğrudur. Mənə yanlışları deyir. Sonra gəldik digərinə baxaq. Deyir ki, feilin qrammatik məna növünə aid şəkilçi ilə işlənmişdi. Davranmaq, davranır, davranır idi. Feilin qrammatik məna növlərinin heç bir şəkilçisini qəbul etməyib. Quruluşca sadədir. Mən niyə ikini oxumadım ki? Subyekti məlum deyil. Təlimata uyğun ələnirdi. Subyekti məlum deyil. Doğrudur da. Quruluşca sadədir. Bu da doğrudur. Hərəkətin subyekti həm də obyektidir. Müdir həmişə mədəni davranırdı. Səhvin biri də bu oldu. Çünki subyekt həm də obyekt qayıdış növdən ibarət. Qayıdış növündə burada şəkilçisi yoxdur. Məlum növdədir. 3 və 5. Eylər Venn diaqramına əsasən sual işarəsini yerinə yazmaq olmaz. Görməyəsiniz, bir də yazmazsınız. Deməli, sadə feillərdir. Gördən, görmək, görməyəsiniz, inkar, görmək nəymiş? Görməyə feilin arzu şəkli, sınız şəxs sonluğu. Üçü də qrammatikdir. Yazmazsınız, yazdan, yazmazsınız. Üçü də qrammatik şəkilçi. Sadə feildir, xəbər şəklindədir. Xəbər şəklindədir, bu artıq səhvdir. Niyə? Çünki bu arzu şəklindədir. Bu isə xəbər şəklindədir. B variantı. 77. Eylər Venn diaqramında hansı rəqəmlərə uyğun fikirlər yeri dəyişdirilsə, altından xətt çəkilmiş, sözlərlə bağlı yol verilmiş səhvlər düzələr. Deməli, sən nəyə yaradın? Sən nəyə yaradın? Bir də yeni əsərlər yaradın. Deməli, yerləri dəyişdirilsə, yol verilmiş səhvlər aradan qalxar. İndi, sən nəyə yaradın? Yaramaqdan, yaradın. Feilin keçmiş zamanı, yəni xəbər şəkildir. Yeni əsərlər yaramaqdan, yaratmaq, yaradın. Feilin əmr şəklindədir. Yeni əsərlər yaradın. Bəli, feilin əmr şəklindədir. Bu, bura gedir. Bu isə feilin xəbər şəklindədir, birinci tərəf. Zamana görə dəyişib. Bu doğrudur. Zamana görə dəyişib. Sonra gəldik. Şəxs şəkilçisindən istifadə olunub. Hər ikisində. Burada da var. Yaradın sən.
Burada da var ikinci şəxsin. Hər ikisi ikinci şəxsin təkindədir. Sonra xəbər şəklindədir. Bu bayaq qeyd etdiyim birinci tərəf xəbər şəklində. Bu da keçirtdik bura. İkinci şəxsin cəmindədir. Bu da düzdür. İkinci şəxsin cəmindədir. Yeni əsərlər yaradın. Hə, siz yaradın. Səhv etdim bayaqlarım. Elə bildim hər ikisi ikinci şəxsin təkindədir. Siz əsərlər yaradın. Sən nəyə yaradın? Oldu nə? 1 ilə 4-ün yeri dəyişdirilməlidir. C. Verilmiş cümlələrdəki fərqləndirilmiş sözlərin hər ikisi üçün ortaq cəhəti müəyyən edin. Mən də bu kitabı dünən oxudum. İcazə verin, yeni hekayənizi uşaqlara oxudum. Deməli, mən də bu kitabları, gəlib baxırıq. Deyir ki, ortaq olan sadə feillərdir. Mən də bu kitabı dünən oxudum. İcazə verin, yeni hekayəmizi uşaqlara oxudum. Oxudum. Zaman şəkilçisi. Baxdıq, gördük. Feildən düzələn düzəltmə feildir. Oxumaqdan oxutmaq, bu isə sadə feildir. Bu yalnız birinciyə aiddir. Əmr şəklindədir. İkinci nədir? Birinci əmr şəklindədir. İkinci isə xəbər şəklindədir. Hərəkətin keçmişdə baş verdiyini bildirir. Bu hərəkətin keçmişdə baş verdiyini bildirir. İkinci. Sonra aid olduğu şəklin xüsusi şəkilçisi yoxdur. Aid olduğu şəklin, feilin aid olduğu bu əmr şəklindədir birinci cümlə. Bu isə xəbər şəklində. Xəbərinlə də əmrin oxşar cəhəti odur ki, şəkil cəhətdən. Hər ikisinin özünə məxsus şəkilçisi yoxdur. Oldu nə Y variantı? Açılırdı, tutulardı, bir də sıxılmaz feillərinə aid ortaq fikir. Hər üçü eyni zamandadır. Bu indiki zamandadır. Bu qeyri-qəti gələcək zamandadır, yəni gələcək zamandadır. Bu da gələcək zamandadır. Hər üçü təsdiqdədir. Bu təsdiqdədir. Bu inkardadır. Həm məchul, həm də qayıdış növdə olan növdə işlənə bilər. Məsələn, deyirəm təbiət açılırdı. Bu qayıdış növdə. Bir də deyirəm qapı açılırdı, məchul növdə. Tutulardı. Deyirəm ki, kimsə tərəfindən tutulardı, məchul növdə. Bir də deyirəm ki, təbiət tutulardı. Özü icra eləyir. Sıxılmaz, o özü sıxılmaz, sıxılmaq mənasında da özü icra eləyir. Sıxılmazdı, olduğu mühitdən sıxılmazdı. Oldu nə? Hər üçü qayıdış, həm məchul, həm də qayıdış növdə işlənə bilər. 80. Anlayardı, didilərmiş, qarşılaşarsa feillərinin üçünə aid ortaq xüsusiyyət. Eyni zamana aid şəkilçi ilə işləmişdir. Anlayar, indiki zaman, gələcək zaman. Quruluşsa sadə feillərdir. Didməkdən didilmək düzəltmədir. Hər üçü köməkçi sözlə işlənib. Anlayar idi, didilər imiş, qarşılaşar isə. Oldu nəticə. Feillə bağlı düzgün fikri müəyyən edin. Baxdıq. Deyir ki, dilimizdəki mürəkkəb feillərin əksəriyyəti bitişik yazılır, səhvdir. Zaman şəkilçisi qəbul etmiş feillər xəbər şəklində olur. Bu doğrudur, əvvəlki qeydlərdə də vermişdim. Bütün təsriflənən feillər inkarı ma şəkilçisi vasitəsilə düzəlir, səhv fikirdir. Məsələn, lazım şəkili ma ilə düzələ bilmir. Deyilən olur. Sonra inkar şəkilçisi ma feilin kökünə yaxud başlanğıc formasına artırılır. Bu da doğrudur. Feilin qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçilərdə oldu. Nə A variantı? Feillə bağlı düzgün fikirləri müəyyənləşdir. Deyir ki, feilin təsriflənməyən formalarının hamısı ismin yerində işlənə bilər. İsmin yerində işlənə bilər. Məslərindən feili sifət işlənə bilər. Feili bağlama ancaq cümlədə zərfi əvəz eləyib, zərfli ola bilir. Məchul növ feillərdə obyekt cümlənin mübtədasına çevrilir. Doğrudur. Sonra, lüğətlərdə feillər məsdər şəklində verir. Bu da doğrudur. Maqmək. Bütün feili sifət şəkilçiləri amonimdir, səhvdir. Oradan
asıdır, malıdır, acaqdır, o müəllim şəkilçisidir. Bir də mışdır. Sonra feilin qrammatik məna növləri əmələ gətirən şəkilçilər leksikdə olur. Nə? 3, 5, 2. Feillə bağlı səhv fikri müəyyənidir. Feillə bağlı səhv fikri müəyyənidir. Eləyək də. Deyir ki, əmr şəklinin xüsusi şəkilçisi var. Xeyr, şəxs onluğun qəbulu ilə. Feildən feil düzəldən şəkilçilər daha çox 4 variantlıdır. Bəli, qapalı saytların sayəsində yaranır. Lüğətlərdə feillər məstər şəklində verilir. Düzdür. Feili bağlama qoşma ilə işləndikdə cümlənin tamamlığı ola bilir. Ümumiyyətlə, feili bağlama qoşma ilə işlənə bilmir. Məstərlə feili sifət işlənə bilir. Məlum növ feillər quruluşca sadə, düzəltmə, mürəkkəb ola bilirlər. Doğrudur. 1C. Daha doğrusu 83C. Məktublaşırdılar, bir də salamlaşırdılar. Feillərinin müqayisəsi ilə bağlı səhv fikri göstərir. Deyir ki, məktubdan məktublaşmaq, ırdılar. Bu məlum növdür. Salamlaşırdılar. Salamla, salamlamaq, salamlaşırdılar. Salamlaşır, bu artıq qarşılıq bilgəlik növü aiddir. Birinci feil isimdən, ikinci feildən düzəlmişdir. Bəli, salamlamaqdan salamlaşmaq, məktubdan nə, məktublaş feil düzəlir. İkisi də xəbər şəklindədir, bu da doğrudur. İdi köməkçi söz hissəciklə işlənmişdir. Məktublaşır idilər, bir də salamlaşır idilər. Doğrudur. Eyni qrammatik məna növünə aiddir, səhvdir. Biri məlumdur, biri qarşılıq bilgəlir. Ruhlandırdı, qarşılanırdı. Ruhdan, ruhlanmaq, ruhlandırmaq. Qarşılanırdı, qarşıdan, qarşılamaq, qarşılanmaq, ırdı. Feilləri haqqında düzgün fikri göstər. Düzgün fikri. Gəldik. Deyir ki, birincisi məlum, ikincisi məhsundur. Qarşılanırdı kimsə tərəfindən, ruhlanırdı, məlumdur. İkisi də feildən düzəlmişdir. Ruhlanmaqdan ruhlandırmaq. Sonra burada da bir dənə leksik şəkilçini saxlayırıq. Qarşılamaqdan qarşılanmaq. Hər ikisi feildən düzəlib, doğrudur. İkisi də keçmiş zamandadır. Baxaq görək. Keçmiş zamanı bu keçmişdədir, bu isə indiki zamanda. İdi köməkçi söz hissəciklə işlənib. Baxaq görək, ruhlanır idi. Ruhlanır, yox idi deyil. Bu idinin zaman şəkilçisidir. O birisində var, qarşılanır idi. Birində var. İkisində də iki leksik şəkilçisi var, doğrudur. Oldu nə? 1, 2 və 5. 1, 2 və 5 D variantı. Vurğusu ikinci hecəyə düşən qaraldın. Qaraldın. Sözünün morfoloji xüsusiyyətlə bağlı səhvi müəyyənləşdir. Özü burada ipucu verib. Vurğu ikinci hecəyə düşdü. İkinci hecə ilə bağlı. Deyir kökü, bir leksik, iki qrammatik şəkilçisi. Qaradan, qaralmaq, qaraltmaq. Bunda şəxs sonluğu. Bir leksik, iki qrammatik şəkilçisi var. Səhv olan budur. 86-da. Çünki vurğu əgər ikinci hecəyə düşürsə, bu bir leksik şəkilçi olacaq, bu da bir leksik şəkilçi. Sonra keçmiş zamandadır. Keçmiş zamandadır. Xeyr, keçmiş deyil. Bu feildən feil yaradan bu tır şəkilçisidir. Özündən sonra saitlə gələn şəkilçi gəlib deyən, sait səslər həmişə özündən əvvəlki samiti, kar samiti cingiltiliyə çevirirlər. Kardırsa. Səhv olan bir də budur. Feildən düzəlmişdir. Qaralmaqdan qaraltmaq doğrudur. Təsriflənən feildir. Bu da doğrudur. Təsriflənən feildir. Bu da doğrudur. Sonra icbar növdədir. Məlum növdədir. Oldu nə? 1, 2 və 5 A variantı. Sevgi mübarizə, sevgilim həyat, yəhərlənmiş mana qanatlı bir at. Deməli, nümunəsində feillə bağlı düzgün fikir. Sevgi mübarizə, sevgilim həyat, yəhərlənmiş mana qanatlı bir at. Feillə bağlı düzgün fikir.
Feillə bağlı düzgün fikir. Üçüncü şəxs sonluğu ixtisar olunmuşdur. Yəhərlənmişdir. Bəli, ixtisar olunub. Bir leksik şəkilçi var. Yəhərdən, yəhərləmək, yəhərlənmək, yəhərlənmiş. 2 leksik oldu. Keçmiş zamandadır. Bəli. Bu da doğrudur. 3'ü də götürür. Düzəltmə feildir. Bu da düzdür. 1, 3, 4. Sonra baxırıq. Qayıdış növdədir. Yəhərlənmiş mana qanatlı bir həyat. Qanatlı bir at. Həyat neymiş? Qayıdış növdədir. Yəhərlənmiş mana qanatlı bir at. Yəhərlənmiş mənə. Qayıdış xəbər şəklindədir. Bəli. Oldu nə? 1, 3, 4, 6. Sonra gəldik. Nümunədəki feillə bağlı düzgün fikirləri müəyyən edin. Bir qədər çaydan uzaq, od qalamış dağda çoban. Bir qədər çaydan uzaq, od qalamış dağda çoban. 3 feillə bağlı. Bir qədər çaydan uzaq, od qalamış dağda çoban. Qalamış nə etmiş? Qalamaqdan qalamış. Sonra deyir ki, feillə bağlı doğru fikri, baxaq doğru fikir. Deyir ki, üçüncü şəxsin sonluğu ixtisar olmuşdur. Bir qədər çaydan uzaq od qalamışdır dağda çoban. Bu doğrudur. Bu da doğrudur. Çünki kök və qrammatik şəkilçidən ibarətdir. Keçmiş zamandadır. Bu da doğrudur. Feili sifətdir. Xeyr. Feilin keçmiş zaman şəkilçisidir. Qayıdış növdədir. Şəkilçisi yoxdur. Oldu nə? 1, 2 və 3. Tərkibində zaman şəkilçisi olan feillərin hamısına aiddir. Tərkibində indiki, keçmiş, gələcək zaman. Mütləq necə olmalıdır? Xəbər şəklində olmalıdır. Quruluşsa düzəltmədir, səhvdir. Burada mənə deyir ki, tərkibində zaman şəkilçisi olan feillərin hamısına aiddir. Quruluşca düzəltmə olmuyor da bilər, sadə də ola bilər. İdi köməkçi söz hissəci ilə işlənmişdir. O zaman şəkilçisi, məsələn, əgər zaman şəkilçisi varsa, məsələn, yazdı. İdinin qısaldılmışını mən bura arta bilmərəm. Təsriflənən feildir, bəli, oldu nə? 1 və 4. 90. Səhvləri aşkar edib bir-bir düzəldin. Cümləsində işlənmiş təsriflənən feillə bağlı düzgün fikirləri göstərin. Deyir ki, ikinci şəxsin təkindədir. Səhvləri aşkar edin, bir-bir düzəldin. Yəni siz düzəldin. İkinci şəxsin təkində yox, ikinci şəxsin cəmindədir. Feildən feil düzəlmişdir. Düzdən düzəlmək, düzəltmək, düzəldin. Feildən düzəlmişdir. Bu doğrudur. Düzəlməkdən düzəltmək. Keçmiş zamandadır, səhv fikirdir. Niyə? Çünki feilin əmr şəklindədir. Bu feildən feil yaradan t şəkilçisidir. Əmr şəklindədir. Bəli. 1 leksik 2 qrammatikdir. 2 leksik 1 qrammatikdir. Oldu nə? 2 və 4. 91. Yanğın təhlükəsi olduğundan dünən bütün uşaqları qonşu binaya köçürdük. Cümləsindəki işləmiş təsriflənən feillə bağlı yanlış fikirləri müəyyən edin. Deməli, baxırıq. Deyir ki, düzəltmə feildir. Düzəltmə feildir. Köçməkdən köçürmək, köçürdü, köçürdük. Doğrudur. Düzəltmə feildir. İdi köməkçi söz hissəcik işlənib. Xeyr, bu səhvdir. Niyə? Çünki bu leksik şəkilçidir. Bu isə nədir? İdinin zaman şəkilçisidir. Keçmiş zamandadır. Səhv olan oldu nə? İdi köməkçi söz ilə işləmiş. Keçmiş zamandadır. Bunu niyə burada götürdüm? Düzü. Keçmiş zamandadır. Bəli. Məlum növdədir. O da doğrudur. Əmr şəklində məlum növdədir. Köçürdük. Əmr şəklindədir. Əmr şəklindədir. Xeyr, əmr şəklində deyil. Əgər köçürtmək olsaydı, əmr şəklində olardı. Oldu nə? 2 və 5. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Danışarıq sözü feilin iki şəklinə aid nümunə ola bilər. Məsələn, danışmaqdan danışa, arzu şəkli, şəxs olunur. Bir də danışaq bütöv olur, feilin əmr şəkli, şəxs olunur kimi. Tərkibinə görə 2 cür təhlil oluna bilər. Doğru fikirdir. 2 şəklə uyğundursa, 2 cürdə təhlil olunacaq. Hərəkətin icrasının vacibliyini bildirir. Səhvdir. Kaş ədatı ilə işləndikdə tərkibində 2 qrammatik şəkilçi olacaq. Bəli.
Kaşla versəm, bayaq qeyd etdiyim kimi arzu şəxs sonu. Kaş danışaq. Yerinə görə iki şəxsə aid nümunə kimi düşünülə bilər səhvdir. Köhnə tanışlar kimi qucaqlaşdılar. Mehriban görüşüb vidalaşdılar. Nümunəsində təsvirlənən feillə bağlı hansı fikir səhvdir? Köhnə tanışlar kimi qucaqlaşdılar. Təsvirlənən feil bu. Mehriban görüşüb vidalaşdılar. Təsriflənən feillər deyir. Ha, bax. Bu təsriflənməyən feildir. Feili bağlamadır. Biri sadə, o biri düzəltmədir. Biri sadə, o biri düzəltmədir. Baxaq görün. Qucaqmaqdan, qucaqlamaq, qucaqlaşmaq. Vidalaşdılar. Vidadan, vidalaş. Deyir, biri sadə, biri düzəltmədir. Səhvdir. Çünki hər ikisi sadə, düzəltmədir. Hər ikisi qarşılıq bir gəlif nöqtədir. Hər ikisi qarşılıq bir gəlif nöqtədir. Baxaq görək. Qucaqlamaqdan qucaqlaşdıq. Qarşılıq bir gərəkdir. Vidalaşmaq isə məlum nöqtədir. O da nə? 1-2 ilə. Hər ikisi xəbər şəklindədir. Bəli. Biri feildən, digər isimdən düzəlib. Bəli. Vida isimdir. Qucamaq isə feildir. Qaraldılasıdır, ağardılasıdır sözlərinə aid ortaq xüsusiyyət. Qaradan qaralmaq, qaraltmaq, qaraldılmaq asıdır. Ağardılasıdır. Ağdan ağarmaq, ağartmaq, ağardılmaq asıdır. Demək, ortaq fikri soruşursa, tərkibində feili sifət şəkilçisi ilə amonim olan şəkilçi var. Bəli, ası həm lazım şəkildir, həm də feili sifətin şəkilçisidir. Amonim. Feildən düzəlmişdir. Feildən düzəlmişdir. Bir baxaq görək. Qaraltmaqdan qaraldılmaq, ağartmaqdan ağardılmaq. Bu da doğrudur. Ortaq fikir kimi. Sonra feilin şərt şəklindədir. Feilin vacib şəklindədir, lazım şəklindədir. Subyekt kişi öz üzərində icra edir, səhvdir. Kökü feil deyil. Qara, ağ hər ikisi sifətdir. Oldu nə? 1, 2 və 5. Qaçırsa feili ilə bağlı fikirlərdən hansı düzgündür? Bax, vurğunu da özü qoyub ikinci vurğunun üzərinə. İkinci nədir? Hecanın üzərinə. Deməli, qaçdan qaçırsa 95-dir. Baxırıq. Deyir ki, quruluşca düzəltmədir, səhvdir. Quruluşca düzəltmə deyil. Niyə? Çünki bax, buradakı bu isənin qısaldılmışdır. Onu da qeyd edeyim ki, bu hissəciklər var, idi, imiş isə. Vurğu qəbul etmir. Avtomatik özündən əvvəlin üzərinə atacaq vurğunu. Quruluşca düzəltmədir, səhvdir, sadədir. Zaman şəkilçisi qəbul etmişdir. Zaman şəkilçisi qəbul etmişdir. Bəli, ir, ür, indiki zaman şəkilçisidir. Feilin şərt şəklindədir, xeyr, zaman şəklidir, xəbər şəklidir daha doğrusu. Məlum növdədir, təsdiqdədir, bəli, doğrudur. İsə köməkçi söz ilə işlənmişdir, bəli, 2, 4 və 5. Köçürsə feili ilə bağlı fikirlərdən hansı doğrudur? Bax, görün, bax, burada da sonuncu hecanın üzərinə vurub vurğunu. Deməli, bunun bu isə köçürmək feilidir, bu isə şərt şəklidir. Gəldik. Deyir ki, quruluşca düzəltmədir, bəli, düzəltmədir. Feilin şərt şəklindədir, bəli, doğrudur. Üçüncü şəxsin təkindədir, təsdiqdədir. Üçüncü şəxsin təki köçürsə, üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədir. O köçürsə, təsdiqdədir, bəli. Zaman şəkilçisi qəbul etmişdir, səhvdir. İsə köməkçi sözlə işləmişdir, bu da səhv. 97-yə baxaq, deyir. Eyler-Venn diaqramına əsasən verilmiş təsriflənən feillərlə bağlı doğru fikri müəyyən edir. Deməli, gəzməlidir, gəzəsidir. Vacib şəkili, bu isə lazım şəkili, asəsi. Başlanğıc formadadır, səhvdir. Başlanğıc formada deyil. Sonra inkar forması iki vasitə ilə yarana bilər. Məsələn, gəzməməlidir, gəzməli deyil. Bu doğrudur. Sonra gəldik. Quruluşca düzəltmədir, səhvdir. Tərkibində iki qrammatik şəkilçi var. Hər ikisində iki qrammatik şəkilçi var. Bunda da, bunda da. Sonra inkarı yalnız deyil sözü ilə düzəlir. Bəli. Gəzəsidir, gəzəsi deyil. Sonra gələcək zaman məzmunu bildirir. Gələcək zaman məzmunu, hər ikisi onsuz da gələcək zaman məzmunu bildirir. Gəldik, oldu nə? 2, 4 və 5.
98-də deyir ki, cəmil baxışımdan məni sizə oxşadır. Nümunəsinə əsasən klaster tamamlayan fikri müəyyən edin. Cümlədəki feil hərəkətin danışılan anda baş verdiyini bildirir. Danışılanda tərkibinə görə təhlili bu sxemə əsasəndir. Təhlil edək görək. Oxşamaqdan, oxşatmaq, oxşadır. Səhvdir. Təsriflənən feildir. Bəli, icbar növdədir. Bu da səhvdir. İcbar növdə deyil. Altından xətt çəkilmiş hissə iki şəkilçidən ibarətdir. Düzdür. Oxşatmaq, oxşadır. Hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. Hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. O oxşadır. Cəmil yəni. Oldu nə? 2 və 2, 4, 5. Sonra gəldik. Mən 99-da. Məni bir az gözlə ki, gedənləri ləngidim. Gedənləri ləngidim. Cümləsində budaq cümlənin xəbəri ilə bağlı doğru fikri müəyyən edin. Məni biraz gözlə. Aha, deməli budaq cümlə buradır, baş cümlə isə buradır. Bunu nə ilə biləcəyik? Çünki 2 olanda həm başda gələ bilir, həm də budaq da gələ bilir. Onu da qeyd kimi verim. Nə edəcəksiniz? Bu 2-nin yerinə anda qoyacaqsınız. Andanı götürdü, budaq gəlir. Andanı götürmədi, baş gəlir. Məni biraz gözlədi anda, gedənləri ləngidim, götürmədi. Deməli, birinci baş gəlib, sonra budaq. İndi budaq cümlənin xəbəri ilə bağlı. 2 leksik şəkilçisi var. Baxaq, ləngdən, ləngimək, ləngitmək. Bir də m şəxs sonluğu, bəli. Feildən düzəlmişdir. Ləngiməkdən, ləngitmək. Bu da doğrudur. Sonra məlum növdədir, həmçinin. 1, 2 və 4. 1, 2, 3. Sonra vurğunu nəzərə almaqla, özü vurğunu qoyub ü-nün üzərinə. Vurğunu nəzərə almaqla verilmiş feillə bağlı klasteri tamamlayan düzgün fikri göstərir. Deməli, bu vurğunu özü ora qoyubsa, ötdən ötürmək, bu leksikdir. Bu isə zaman şəkilçisidir. Feilin xəbər şəklidir. Deyir ki, başlanğıc forması ötürməkdir. Doğrudur, ötürməkdir. İndiki zamandadır, xeyr, leksik şəkilçidir. Bir leksik, bir qrammatik şəkilçisi var. Bu doğrudur, 2. Keçmiş zamandadır. Bəli, keçmiş zamandadır. Sonra baxır, quruluşsa sadədir. Xeyr, düzəltməli. Köməkçi hissəciklə işlənməyib. Bəli. 2, 3 və 5. Vurğusunu nəzərə almaqla verilmiş feillə bağlı. Yəni, vurğusunu nəzərə almaqla. Vurğu düşüb 3-cü hecanın üzərinə. Klasteri tamamlayan düzgün fikirləri. Deməli, əgər vurğu 3-cü hecanın üzərindədirsə, bu deməli, keçmiş zamanı, şuuri keçmiş zamanın şəkilçisidir. İdinin qısaldılmışı deyil. Hissəciklər vurğu qəbul etmir. Deməli, tərkibinə görə təhlil et. Qopdan, qoparmaq, qopardı. Gələcək zamandadır, xeyr. Bu leksik şəkilçidir. Amonim şəkilçidir. Yerinə görə olur gələcək zaman, yerinə görə də olur leksik şəkilçi. Söz düzəldəndə leksik şəkilçi olur. İdi köməkçi söz hissəci işlənir. Bu dedik ki, keçmiş zaman şəkilçisidir. Düzəltmə feildir. Bəli, bir leksik şəkilçisi var. Keçmiş zamandadır. Bəli, idinin qısaldığının keçmiş zaman şöyle keçmiş zaman şəkilçisi var. Bir leksik, bir qrammatik şəkilçisi var. Bu da doğrudur. 3, 4, 5. Nümunədəki feillərin hər birində işlənmişdir. Pəncərələr yenicə örtülmüş. İş tədarükü görülmüşdür. Deməli, örtülmüş və görülmüş feilləridir. Sözü tərkibinə görə təhlilli. Örtdən, örtülmək, örtülmüş, keçmiş zaman. Görülmüşdür, görməkdən, görülmək, görülmüş, görülmüş idi. Burada idinin idi hissəci ixtisar olunub. Yəni, bir sonuncusunu saxlanmaqla əvvəlki idinin qısaldılmışı ixtisar oluna bilər. Nə deyir? Deyir ki, zaman şəkilçisi, bəli, hər birində zaman şəkilçisi var. Biri götürürük. Şəxs şəkilçisi mən görmürəm orada. Sonra feil düzəldən şəkilçidir. Feil düzəldən şəkilçidir. Feil düzəldən baxaq görək. Örtməkdən örtülmək, sonra görməkdən görülmək. Bəli, feildən feil düzəldən şəkilçidir. İnkarlıq şəkilçisidir. Xeyr. Sonra hissəcikdir. Hissəcikdir. Birində var hissəcik. O birisində hissəcik yoxdur. Oldu nə? 1 və 3. 103-ə baxırıq. Deyir, nümunədəki feillərdə işlənməmişdir. Külək, qarı, səpələr, bəxtiyar.
Ağ geyinib təpələr bəxtiyar. Deməli, feillərdə işlənməmişdir. İşlənməmişdir. Xəbərli şəkilçisi, baxaq görək. Külək, qarı, səpələr. Bu şəxs sonluğudur. Bu da səpələr. Burada deyir ki, geyməkdən geyinmək, geyinib. Zaman şəkilçisidir. Xəbər şəkilçisi burada işlənməyib. Növ şəkilçisi, baxım görüm. Bəli, geydən geyinmək, qayıdış növü şəkilçisi var. İnkarlıq şəkilçisi görmürəm, ikisi də təsdiqdədir. Feili bağlama şəkilçisidir. Feili bağlama şəkilçisi ola bilməz. Birinci xəbərdə bu ib keçmiş zaman şəkilçisidir. Feili bağlama xəbər ola bilmir. 1, 3, 4. Baxaq, zaman şəkilçisi. Zaman şəkilçisi, bəli, keçmiş zaman şəkilçisi var. Leksik şəkilçisi, bəli, birində leksik şəkilçisi var. Deməli, sonra nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirləri müəyyən. Büsbütün yorulub gücdən düşərkən bir ulduz parladı uzaq üfüqdə. Bu görünən səndin, artıq gəldin sən, axır səni buldum, ey dan ulduzu. Cəfər Cabbarlı. Feillərlə bağlı büsbütün yorulub, bir ulduz parladı, bu görünən səndin, artıq gəldin sən. Görünən, bir də gəldin, sonra axır səni buldum, ey dan ulduzu. Gəldi, feillərə aid, feillərlə bağlı doğru fikri. Məlum növdə olan feil var. Büsbütün yormaqdan yorulub, bu qayıdış növdədir. Bir ulduz parladı, parlamaqdan parladı. Bu məlum növdədir, bu da məlum növdədir. Görünən, bu qayıdış növdədir. Buldum, bu da məlum növdədir. 2 dənə məlum növdə olan feil var. Sonra baxırıq digərinə. Qayıdış növdə olan feil var. Bəli, yorulub, bir də görünən, bu da doğrudur. Məhsul növdə olan feil var. Məhsul növdə olan feil görmədim. Var qayıdışda, var məlumda. Sadə feil işlənib. Bəli, sadə feil deyim də parladı, gəldin. Bir də buldum. Bunlar sadədir. Digəri görünən və yorulub düzəltmədir. Bunu götürürük. Təsriflənməyən feillərin hamısına aid nümunə var. Bir dənə təsriflənməyən feildən feili sifət var. An, ən. Nə feili bağlaması var, nə də məsdəri var. Oldu nə? 1, 2 və 4. Baxırıq 105-ə. Deyir, eylər Venn diaqramına əsasən doğru fikri müəyyən edin. Sağ şərt şəkilçisi isənin qısaldılmış sağ hissəcik. Deyir ki, burada baxırıq. Deyir, feilin kökünə və ya başlanğıc formasına artırılır. Bəli, bu doğrudur. Şəxs şəkilçisindən sonra işlənir, şəxs şəkilçisindən sonra işlənə bilmir. Feili birbaşa kökünə qoşulur. Sonra müstəqil cümlənin xəbəri kimi işlənə bilməyən sözün tərkibində ola bilər. Müstəqil cümlənin xəbəri kimi işlənə bilməyən, müstəqil cümlənin xəbəri kimi işlənə bilməyən sözün tərkibində ola bilər. Bu doğrudur. Bu hər ikisinə uyğundur. Feilin kökünə artırıla bilmir, feilin kökünə artırıla bilmir. Bu da doğrudur. Bu feilin şəkillərindən sonra artırılır. Məsdər, feili sifət, feili bağlama ilə işlənə bilir, səhv fikir. 106. Nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Bu günümdən uzaqlaşan ulu babam ayağa dur. Dəf etdiyim məsələnin baş daşına bir təsadüf xatirə yazıb yumdur. Məmməd Araz. Həm təsriflənən, həm də təsriflənməyən feillər işlənmişdir. Bəli, uzaqdan, uzaqlaş, an, feili sifət. Ayağa dur, feilin təsriflənən forması, yəni feilin əmr şəkli. Dəf etdiyim feili sifət. Baş daşına bir təsadüf xatirəsi yazıb feili bağlama, yondur, feilin təsriflənən forması. Bu düzdür. Uzaqlaşan indiki zaman mənalı, bəli, an, ən, indiki zaman məzmunlu feili sifətin şəkilçisidir. Məlum növdədir, bəli. Olan düzəltmə feili sifətdir, təhlil etmişəm, bu da doğrudur. Baxırıq, əmr şəklində olan 3 feil var, əmr şəklində olan 3 feil. Bu səhvdir, 2 dənədir əmr şəklində olan. Yondur, bir də oldu, dur. Yazıb keçmiş zamanda işlənmiş sadə feili. Bu, keçmiş zamanda işlənmiş deyil, bu feili bağlama şəkilçisidir. Sonra, bu arada keçmiş zamanın amonimliyi var. Dəf etdiyim mürəkkəb, keçmiş zaman mənalı feili sifətdir. Elə doğru cavabında biri bu olacaq. Dığım, mürəkkəb, keçmiş zaman mənalı, dəf etmək birinci tərkibi feildir mürəkkəb.
Buradakı da dığı üstəgəl mənsubiyyətin şəkilçisi keçmiş zaman məzmununu bildirən fe'li sifət. Oldu nə? 1, 2 və 5. Sonra gəldik 107. Uyğunluğu müəyyənləşdir. Düzəltmə feildir. Sifətdən düzəlib. Həm feil, həm də isim kimi işlənir. Yalnız isim kimi işlənir. Bir-bir uyğunlaşdıraq görək. Deyir ki, düzəltmədir. Düzəltmə feildir. Sifətdən düzəlib. Qurula. Quru, necə? Qurudan qurulamaq. Deməli, kökü sifətdir. Sifətdən düzəlmiş feildir. Bu gəldi bura. Sonra gəldik, həm feil, həm də isim kimi işlənir. Yarış. Yarış, baxırıq, deyir ki, yarış biri var nə? Bir də var yarışmaq. Oldu həm feil, həm də isim. B. Sonra baxaq görək. Döyüş nə? İsim. Bir də deyirəm, döyüşmək. Bu da atdıq bunun qabağına. Yalnız isim kimi düşünülə bilər. Yalnız isim kimi satış, satış nə? Bunu da atdıq bura. Təmizdir, necədir? Bu da sifətdir. Oldu nə? 1-ə A, 2-ə B, C, 3-ə D. 108-ə baxırıq. Eylər Venn diaqramına əsasən cümlədəki fərqləndirilmiş feillərlə bağlı uyğunluğu müəyyən et. Anam yemək bişirdi, bir də yemək sobanın üzərində bişirdi. Deməli, anam yemək bişirdi. Bunun tərkibinə görə təhlil edək. Bişdən bişirmək. Bu keçmiş zaman şəkilçisi. Bu bişir, indiki zaman, bu da idinin qısaldılmışı. İdi köməkçi söz işlənib, bu əlbəttə ki 2-yə getdi. Xəbər şəklindədir. Hansı xəbər şəklində olacaq? Elə hər ikisi xəbər şəklində olduğuna görə bunu atırıq bura. Quruluşca düzəltmədir, birinci. Məlum növdədir, hər ikisi məlum növdədir. İndiki zamandadır, olacaq bu. Nə oldu? 1-ə C, 2-ə A-yı, 3-ə B-dir. Sonra, eylər Venn diaqramına əsasən istifadə edərək verilmiş feilləri müqayisə edərək uyğunlaşdırılır. Salamlaşdıq. Salam sözün kökü. Salamdan salamlamaq, salamlaşmaq, salamlaşdıq, salamlaşdıq. Vidalaşdıq. Vida sözün kökü. Vidadan vidalaşmaq, vidalaşdı, vidalaşdıq. Feildən düzəlmişdir. Hərəsində 2 dənə eksik şəkilçi var deyən baxdıq. Vida. Salamlamaqdan salamlaşmaq, vida isimdən yaranmış feildir. Deməli, bunu atırıq bura. Məlum növdədir, hər ikisi onsuz salamlaşdıq, qarşılıq birgəlikdədir. O, vidalaşmaq isə məlum növdədir. Sözün kökü isimdir, vida nə? Salam nə? Hər ikisinin kökü isimdir. Xəbər şəklindədir, bir baxaq görək. Hər ikisi xəbər şəklindədir. Bu da gəldi bura, ortaya. Bir leksik, 2 qrammatik şəkilçisi var. Bir leksik, 2 qrammatik şəkilçisi. Bu da olacaq 2-yə E. Deməli, 109-da 1-ə oldu A, 2-yə oldu 2 oldu E, B, 3-ə oldu C-dir. Sonra gəldik, nümunələrdəki feillərlə bağlı verilmiş fikirləri eylər Venn diaqramına əsasən uyğunlaşdı. Dağlar, düzənlər yaşıllaşdı. Məktəbin bağı çırpıdan təmizləndi. Çırpıdan təmizləndi. Gəldik. Deyir ki, feillərlə bağlı düzənlər yaşıldan yaşıllaşdı. Bir leksik, bir qrammatik. Təmizdən təmizləmək, təmizlənmək, təmizləndi. 2 leksik şəkilçi qəbul etmişdi. 2 leksik şəkilçi qəbul etmişdi. Bu təmizləməyə aiddir. Hərəkətini icra edən qrammatik cəhətdən məlum deyil. Dağlar, düzənlər yaşıllaşdı. Bir də deyir, məktəbin bağı çırpıdan təmizləndi. İşi icra eləyən məlum deyil, məhcum növdür. Yəni, xəbər şəklindədir. Baxaq görə, hər ikisi xəbər şəklindədir. 3-ə getdici. Sifətdən düzəlmişdir. Yaşıl necə? Yaşıllaşmaq. Bu isə təmizləmək, feildən düzəlmiş feildir. Amma kökü nədir? Sifətdir. Bizdən kökün soruşmur. Düzəlməyin soruşur. 1-ə getdi. Məlum növdədir. Oldu. 1-ə getdi. E. Deməli, nə oldu? 110-da. 1-ə oldu. 110-da. 1-ə oldu D, Y. 2-ə oldu A, B. 3 oldu C. Sonra cümlədəki feillərə əsasən verilmiş fikirləri eylər Venn diaqramına uyğunlaşdırın.
Körpələr əzizlənir, vətənimiz günü-gündən gözəlləşir. Əzizdən, əzizləmək, əzizlənmək, əzizlənir. 2 leksik, 1 qrammatik. Gözəl sözün köküdür. Gözəlləmək olmadığına görə gözəlləşməyə bütöv götürürük. Ir da zaman şəkilçisidir. Məlum növdədir. Körpələr əzizlənir. Kimsə tərəfindən əzizlənir. Bu qayıdış növdədir. Ona görə də 2-yə verirəm A-nı, çünki məlum növdədir. Xəbər şəklindədir. Hər ikisi xəbər şəklindədir. Gedir 3-ə. Sifətdən düzəlmişdir. 2-ci. Gözəldən gözəlləşmək. Amma əzizlənirin kökü əziz ola bilər, sifət ola bilər. Amma feildən yaranmış feildir. Çünki 2 leksik şəkilçi var. Deməli, sifətdən düzəlib. C. Hərəkətin icra edən qrammatik cəhətdən məlum deyil. Körpələr əzizlənir. Məhsul növ. 2 leksik şəkilçisi var. Bu da gəldi bura. 112. Elər Venn diaqramına əsasən nümunələrdəki təsriflənən feillərlə bağlı uyğunluğu müəyyən edin. Bayram tonqalları yandırıldı. Bu məhsul növdədir. Zəlzələdən ziyan görənlərə yardım edildi. Mürəkkəb feillə ifadə olmuş şəxsiz feildir. Gəldik. Deyir ki, hərəkətin obyekti mübtəda vəzifəsindədir. Bayram tonqalları yandırıldı. Nə? Bayram tonqalları. Bu məhsul növə aiddir. Sonra, subyekt hərəkəti icra etməyə başqasını məcbur edir. Bu icbar növə aiddir. Bu şərt. Ancaq ki, icbar növədə aid feilimiz yoxdur. Hərəkəti icra edən qrammatik cəhətdən məlum deyil. Nə məhsul növdə, nə də şəxsiz növdə məlum deyil. Sonra gəldik, şəxsiz növdədir. Şəxsiz növdədir. Əlavə edirik şəxsiz feillərə. Sonra quruluşca düzəltmədir. Bu da gəldi elə birinciyə. Çünki bu quruluşca mürəkkəbdir, tərkibi feildir. A, Y, 2, D, 3, C. 113. Nümunələrdəki fərqləndirilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Gödəkçəmi qayığın deşiyinə tıxadım. Əgər bu əşyalar sənə gələcəkdə lazım olmayacaqsa, tulladım. Mən atılmış bəndəyəm, gil təndirdə kündəyəm. Deməli, tərkibində qrammatik şəkilçi zaman şəkilçisi ilə amonimdir. Tərkibindəki qrammatik şəkilçi qrammatik şəkilçi, zaman şəkilçisi ilə mən atılmış bəndəyəm. Necə bəndəyəm? Atılmış. Atdan, atılmaq, atılmış. Burada feili sifətin şəkilçisidir. Yerinə görə feilin zaman şəkilçisi, şu nəqli keçmiş zaman şəkilçisi ilə amonimliyi var. Bunu əlavə edirik bura, 113-ə A-nı. 2-yə baxırıq görək. Nə deyir 2-də, B-də? Tərkibində qrammatik şəkilçisi, zaman şəkilçisi ilə bunu getdik. Xəbər şəklindədir. Xəbər şəklindədir. Baxım görüm. Gödəkçəmi qayığın deşiyinə tıxadım. Tıxamaqdan tıxadım. Bəli, bu zaman şəkilçisidir. Tərkibindəki xəbər şəklindədir. Bəli, bu xəbər şəklindədir. Şurada keçmiş zaman şəkilçisi var. Sonra baxırıq C-yə. İcbar növdədir. İcbar növdədir. Bir baxaq görək. Əgər bu əşyaları sənə gələcəkdə lazım olmayacaqsa, tulladım. Tullamaqdan tulladı. Tulladım. Oldu nə burada? Bu icbar növün şəkilçisidir. İcbar növün. Burada 2-yə də C-ni verdik. Sonra baxırıq D. Məhsul növdədir. Mən atılmış bəndəyəm, gil təndirdə kündəyəm. Deməli, elə məhsul növdədir. 3-də də verirəm məhsul növdə olduğunu 3-ə D-ni, atılmış bəndəyəm, kimsə tərəfindən atılmış. Sonra baxaq geri, tərkibində 2 leksik şəkilçi işlənib, burada heç işlənməyib. Burada 1 leksikdir, burada da 1. Oldu 1-ə B, 2-ə C, 3-ə A, D. Nömrələnmiş feillər əsasında eylər Venn diaqramına əsasən uyğunluğu müəyyən edir. Köhnə tanışlar tək qucaqlaşdılar, mehriban görüşüb vidalaşdılar. Musa, Yaqub. Deməli, qucaqmaqdan qucaq, qucaqlamaq, qucaqlaşdılar, vidalaşdılar. Vida sözün kökü, vidalaşdılar. Qarşılıq növdədir.
Qarşılıq növdədir, o qucaqlaşmağa aiddir. Təsriflənəndir, hər ikisi təsriflənən feillərdir. B-yə gedir, 3-ə gedir. Feildən düzələn feildir. Qucaqlamaqdan qucaqlaşmaq. Bu 1-ə gedəcək, feildən düzəlmiş feildir. Çünki vida isimdən düzəlmiş feildir. Feilin xəbər şəklindədir. Feilin xəbər şəklindədir. Hər ikisi feilin xəbər şəklindədir. Oldu D. Məlum növdədir. Oldu 2-yə E. 1-ə getdi AC, 2-yə getdi E, 3-ə B, D. Eylər Venn diaqramına əsasən uyğunluğu müəyyən et. Dağılmaq, yarılmaq. Dağıl sözün kökü, maq məstər. Yardan, yarılmaq, bu da məstər. Məlum növdədir, bəli. Sadə feildir, bəli. Feildən düzəlmiş feildir. Yarmaqdan yarılmaq. Təsdiqdədir, hər ikisi təsdiqdədir. Zaman bildirmir. Zaman bildirmir. Hər ikisi zaman bildirmir. Oldu nə? O 115'də. 115'də oldu 1'ə A, B, 2'ə D, Y, 3'ə 2'ə D, Y, yerlərini səhv yazmışam ama 2'ə D, Y, ortasını bağışlayın, ortasını səhv yazmışam burasını. Burada oldu C. Bunu da silək buradan. Deməli oldu. 1'ə A, B, 2'ə D, Y, 3'ə C. 116. Eylər Venn diaqramına əsasən doğru fikirləri müəyyən et. Alovlanmaq, yollanmaq. Alov sözün kökü. Alovdan alınıb alovlanmaq. Bir də maq məstər. Yoldan yollamaq, yollanmaq, maq məstər. Feildən düzələn feildir. Feildən düzələn feildir. Alovlanmaqdan alovlanmaq. Bu artırıq 2'yə. Tərkibində 2 leksik, 1 qrammatik şəkilçisi var. Bu yollanmağa aiddir. İsimdən yaranıb, alov sözündən alovlanmaq, isimdən yaranmış feildir. Məlum növdədir. Məlum növdədir. 1. Sonra təsriflənməyən formadadır. Hər ikisi maqmək varsa təsriflənməyəndir. 117. Eylər Venn diaqramından istifadə edərək cümlələrdə fərqləndirilmiş feilləri müqayisə edin. 1. Qoy köynəyimi ütülədim. Bir də səhər paltarları yudum, köynəyimi ütülətdim. Bunun tərkibinə görə təhlil edək. Ütüləmək, ütülətmək, im, şəxs sonluğu. Ütüdən ütüləmək, ütülədi. Zaman şəkilçisi mi, şəxs sonluğu. Xəbər şəklindədir. Əlbəttə ki, ikincisi bu. Sözün kökü isimdir. Hər ikisi ütü, ütü, kökü isimdir. 3'ə gedir. Düzəltmə sözdür, feildən düzəlmişdir. Ütüləməkdən ütülətmək oldu C. 2 leksik, 1 qrammatik şəkilçisi var. Bu da gedir 1'ə. Keçmiş zamandadır. Bu da gəldi bura. 118'ə baxın. Eyləm Venn diaqramından istifadə edərək verilmiş feilləri morfoloji cəhətdən müqayisə edin. Keçirdim, kəsirdim. Həm indiki, həm də keçmiş zaman feili kimi düşünmək olar. Bəli, bu keçmə. Buna qədər bir neçə dənə belə bir test işləmişik. Bir var, bunu maq kimi, irdən sonra maq qoysam, keçirmək olacaq leksik şəkilçi. Bu keçmiş zaman şəkilçisi. Yox, mən bunu indiki zaman kimi düşünsəm, bunu da hissəcik kimi düşünsəm, olacaq bir dəfə indiki, bir dəfə də keçmiş zaman kimi. Bu gəldi bura. Birinci şəxsin təkindədir. Mən keçirdim, mən kəsirdim. Oldu nə? Bu hər ikisinə uyğun gedir. Yalnız sadə feil kimi düşünülə bilər. Bu bura kəsməkdən kəsirmək olmadığına görə indiki zaman qısaldılmışı idini, bu da şəxs sonluğu. Bunu da yalnız sadə feil kimi deyir. Çünki birinci keçirdim, həm sadə, həm də düzəltmə feil kimi düşünmək olar. Məlum növdədir. Keçirdim, kəsirdim. Hər ikisi məlum növdədir. Arabiri ortağa. Yalnız indiki zamanda idi hissəci ilə işlənmiş kimi izah olunur. Bu da bura. Oldu nə? 1'ə A, 2'ə C-yi, 3'ə B-dir. Bildirilməlidirsə sözündəki şəkilçiləri düzgün ardıcıllıqla müəyyən et. Bil sözün kökü, bildən bildirmək, bildirməkdən bildirilmək, malı məli, sonra dır, bir də sasə. Ardıcıllıq belədir. Feildən feil düzəldən şəkilçi 1. Sonra ardınca gəlir
bildirilmək, e, məhsul növdə olmuş şəkilçi. Sonra onun ardınca gəlir vacib şəkili 2. Sonra gəlir şəxs şəkilçisi. Sonra gəlir sonda 4. 1, 3, 2, 5, 4. Sonra baxdırılmalıdır. Bax sözün kökü, baxdan baxdırmaq, baxdırılmaq, malıməlidirsə. İndi ardıcıllıq belədir. Feildən feil düzəldən 1. Sonra baxdırılmalıdır. Olmalıdır məhsul növün şəkilçisi. Sonra vacib şəkilçisi 2. Sonra şəxs sonluğu, şəxs şəkilçisi. Bir də sonda da oldu isə. İşləmirdi. Feilindəki şəkilçilərin işlənmə ardıcılığı müəyyəndir. İş sözün kökü, işdən işləmək, işlənmək, tək inkarlı şəkilçisi, indiki zaman, bu da idinin qısaldılmışı. Deməli, birinci gələcək isimdən feil düzəldən şəkilçisi Lalə. Sonra ardınca gəlir növ şəkilçisi. Sonra ardınca gələcək inkarlıq şəkilçisi. Hanı inkarlıq? 2. Sonra ardınca gələcək indiki zaman şəkilçisi, zaman şəkilçisi. Sonra gələcək ardınca köməkçi hissəci, yəni 5. 4, 1, 2, 3, 5. Başlamırdı. Baş sözün kökü, başdan başlamaq, başlamaq, mırdı. Deməli, birinci gəlir isimdən feil düzəldən şəkilçi, sonra növ şəkilçisi, sonra növ şəkilçisi, sonra inkarlıq şəkilçisi, sonra gəlir indiki zaman şəkilçisi, sonra gəlir hissəcik 5. Keçirilməlidirsə, keç sözün kökü, keç sözün kökü, keçdən keçirmək, keçirilmək, malıməlidirsə. Deməli, birinci nə olacaq? Feildən feil düzəldən şəkilçi, keçdən keçirmək, sonra məhsul növün şəkilçisi, sonra vacib, sonra şəxs şəkilçisi, sonda da hissəcik. Sonra uçurmurduq. Deməli, sözündəki şəkilçilərin düzgün ardıcı ustan, uçurmaq, inkarlıq, indiki zamandır, keçmiş, qıda, şəxs. Keçmiş nəymiş? Hissəcik, qıda, şəxs sonluğu. Deməli, feildən feil düzəldən şəkilçi 5, sonra ardınca inkarlıq 3, sonra indiki zaman, yəni zaman məzmunlu şəkilçi, zaman şəkilçisi, sonra hissəcik, idinin qısaldılmışı və sonda şəxs, birinci şəxsin cəminin şəkilçisi, şəxs şəkilçisi. 2. Oldu nə? 5, 3, 4, 1, 2. Belə. Deməli, bunun da izahını, feilin morfoloji xüsusiyyətinin də izahının sonuna çatdıq. Ola bilər izah əsnasında nə isə mexaniki səhv falan yenə deyirəm, olar. Rəy bölməsinə yazarsınız, düzəliş eləyərəm. Belə, Allahın amanında olun, sağ olun, salamat qalın.